Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliğine qarşı əski Türkçe kitablar programının 318-ci bölümünə başlayırıq. Allah'a şükür olsun ki, ömür verdik, bir daha bu günə ayıldıq. Bunu deyəndə həmişə gülmağım gəlir. Çünki elə bir Allah gecələr öldürür, gündüzlər öldürmür. Hər halda bugün yuxudan durduq yəni və dünyaya göz açdıq. Təəssüflə İranda və bizim özəlliklə vətənimizdə savaş gedir. Çoxlu adamlar ölürlər. Fərq eləməz, ordu üzvü olsun, pastor olsun, bəsici olsun, məmuli adam olsun, qız olsun, oğlan olsun, xanım olsun, ağa olsun, fərq eləməz. İnsandır. Bir tərəfdən bunun acısı var, bir tərəfdən də vətən işğaldadır, beynimiz işğaldadır. Hər şeyimiz, haqlarımızın hamısı işğaldadır. Həm də kim? İran deyilən yerdən. Yəni bunu Amerika işğal eləməyibdir. Bunu İran, Fars dövlətçiliyi, panfarsizm, paniranizm işğal eləyibdir. Və bu işğalın üzərində də bizim insan olaraq heç bir haqqımız yoxdur. Haqların ən önəmlisi dövlət haqqıdır. Dövlət olmasa heç bir haqq olmaz. Dövlətdir ki, tüm haqları mühafizət elər, yaradar. Milli dövlət əslində haqq yaradar. Dövlət olmasa haqsızlıq olar. Çünki siz məcbursunuz o dövlət ki sizi işğal edib, onun iradəsi üzərinə yaşayasınız. Hər bir millətin özünün dövləti olsa, hətta bir diktator dövləti olsa, dövlətsizlikdən və işğaldan 1000 pay yaxçıdır. Bunu mən çox açıq aydın burada deyim. Hər bir millətin dövləti olsa, hətta diktator olsa, 1000 pay dövlətsizlikdən və işğaldan yaxçıdır. Dövlətsiz millət heç bir şeyə malik deyil. Nə vətən, nə hətta özünün düşüncəsi. Dövlətli millət diktator da olsa bir şeylərə malik olur ən azından. Öz qaynaqlarına, öz dilinə, öz varlığının bəzilərinə mümkündür, azadlığı məhdud ola, mümkündür. Məsələ, azadlıqdan bizim əcib təsəvvürümüz var. Fərz edin, mən Kanadaya köçmüşəm. Fərz edin, yox, mən Kanadaya köçmüşəm. Mənim vətəndə və İranda olan azadlığım burada yoxdur. Çünki buranın dərdi mənim dərdim deyil ki. Mən buranın vətəndaşı deyiləm, mən bura mühacirəm də ən sonunda budur ki, Amerika və Kanada, dostlar, vətən deyil, heç kəsə vətən deyil. Yığıntı torpaqlarıdır. Yığıntı və güc sayəsində hamını qorxuda saxlır. Çünki hamı bilir ki, mən vətənsizəm, mən bura mühacirəm, mənim qulağımla yapışıb vətənə göndərə bilərlər. Onun üçün burada qanunlara müraat eləmək zorundadır. Vətəndə mən vətən sahibiyəm, mən torpaq sahibiyəm, mən tarix sahibiyəm, məsələn, mən özüm deyirəm, ağa, mən 800 il mənim Qəradağda, Çalanda köküm var. Yəni, özünü bir haqq sahibi bilirsən. Tüm dağlara, dərələrə, hər yerə rahatça ayağa tupul gedə bilirsən. Burada deyir ki, bulan yerə gedəməzsən. Çünki ora məsələn mələkənindir, ora gedəməzsən, ora şahındır, ora gedəməzsən. Çünki bura sənin vətənin deyil, bura heç kəsin vətəni deyil. Onun üçün burada vətən qanunu hakim deyil, burada mühacirət qanunu hakimdir. Hər kəs yaxçı mühacir olsa, yaxçı qanunları müraat edirsə, burada yaşaya bilər. Buranın çərçivələrində danışa bilər bəzi şeyləri. Hər şeyi danışa bilməz. Hər şeyi yaza bilməz. Hər şeyi deyə bilməz. Kanadada, məsələn, mən bura köçən ili, burada Əncüməni Ruznamə Niqarı vardı, o PEN deyirlər, qələm azadlığı. O zaman mərhum Bərahəni cənabları orada Allah rəhmət eləsin, ruhunu şad eləsin. O orada mənə önəm deyil ki, Bərahəni cənablarının Allaha etiqad var idi, yox idi. Mənim etiqadım var. Mən onu deyirəm, Allah rəhmət eləsin.
Bərahət cənabları oranın rəisi idi və biz də orada cəlsələrə gedirdik, həftədə ya 2 həftədə bir dəfə dəvət edirlər, gedirdik. Taza gəlmişdik Kanadaya, gedirdik ora cəlsələrdə şirkət edirdik. Bir yol. Bir gün bir dana yazarı çağırmışlar, kitab yazmışdı. Onun kitabın sansür eləmişdilər. Onun müşkülü bu işləyirdi, mən neçə ildir çalışıram, kitabımı sansurdan çıxadam, qoymurlar. Amma səsi çıxmırdı. Niyə? Çünki burada media dediğin bir fikrin əlində. Onun üçün Amerikaya baxın, Kanadaya baxın, 2 dana əsli hizbi var. Və bu 2 hizbi də o ağların ya güclülərin əlindədir. Gücsüzlər hizbi sahibi deyirlər. İran o cür deyil. İranda gücsüzlər hizbi sahibi olurdular. Məsələn, Xalqi Müsəlman İran, Azərbaycanda Ayətullah Şəriət Mədariyə bağlı bir parti gücsüzlərin hizbi idi. Ya Pişəvəri rəhmətlik Firqə Demokratı Azərbaycan Demokrat firqəsi gücsüzlərin partisi idi. Ya Şeyx Məhəmməd Xiyabani gücsüzlərin partisi idi. O da demokrat idi, o da hizbi demokratdı, nə idi, o belə bir şeydi. O birisi hizblərdə hamısı bədbəxtlərin, zəiflərin, kasıbların hizbi idi. Onun üçün də heç vaxt qüdrəti onlar çata bilmirlər. Çata bilməzlər. Çünki güclü, əlbəttə, İranda güclü deyəndə xarici əcnəbilərin məmurları orada oranı idarə edirlər. Onun üçün orada güclülər olardılar. Yoxsa tarix boyu yazıqlar, yetimlər, yesirlər iş üstə gələrdilər. Qacar yetimdir. Başlanıcı Şeyx Ağa Məhəmməd Xan Qacar bir yetimdir. Ən dünyanın neçə il əsir qalmış, bir vəziyyətdə yekəlmiş, əxtə olunmuş bir adam. Yəni bundan aşağı təbəqədə o gəlir üstə. Çünki güc sahibi, ağıl sahibi eləyə bilirdi özün fürsət verəndə tarixdə fürsət yalanında eləyə bilirdi üstün çıxasın. Nadir Şah. Hamısı, yəni baxanda görürsünüz ki, beləsi olubdu. Yəni bir vəziyyətdə bir aşağı təbəqə gəlib üst təbəqə hökumət yaradıbdı. Siz bunu Avropada görə bilməzsiniz, Amerikada görə bilməzsiniz. Çünki burada sırlar, lordular, filanlar idarə edirlər. Yəni o böyük sərmayə sahibləri, güc sahibləri idarə edirlər. Özəlliklə Amerika və Kanada yığıntı məmləkəti olduğu üçün salam aleyküm, aleyküm salam. Biz bu haqda danışmışıq, bəli, biz şəraiti müsait indi Amerika və İsrail bizə böyük bir xidmət edirlər. O da budur ki, hətta kələntəriləri də vururlar. Kələntərilərin yanında da evlər var. Təbii ki, onlar da yıxılırlar. Yəni mən demirəm ki, zərər gəlmir millətə. Əvvəldə dedim ki, heyf olsun ki, bizim millətimizdən fərq eləməz o kələntəridə olan, o paslar, o filan, bunlar hamısı bir gün bizim millətimizə qoşulacaqlar. Amma ölürlər, təəssüflə İranın yanında durduqları üçün ölürlər. Amma o kələntəriləri ki vurur, o padğanları ki vurur, fərq eləməz. Azərbaycan qərbi olsun, şərqi olsun, hər yer ölür olsun, Tehran olsun. Əslində o dövlət, İran dövlətinin, Fars dövlətinin, sisteminin müqavimət mərkəzlərini qırır. İndi onun 5-10 dənə mürşəki vardı, onlar da qutaracaqdı. Ondan sonra İranda bir şey qalmayacaqdı. İran Suriyə kimi bir şey olacaqdı. Və hər kəsin gücü çox olsa, yenə bunu mən 1-2 gün bundan öncə televizyonda dedim, indi də yenə deyim, hər kəsin gücü olsa, baxın güc məsələsidir. Hər kəsin gücü nə qədər olsa, o qədər torpaq sahibi olacaq sabah İranda. Hər kəs tez dövlətin qursa və dövlətin elan eləsə, dövlət sahibi olacaq. Hər kəs gözləyir ki, İran yıxılsın, Amerika gəlsin, nə olsun, mən sonra çıxaram, bir iş görərəm, o uduzacaqdır. Fərq eləməz, bu Kürdlər olsun, Ərəblər olsun, Bəluçlar olsun, Türklər olsun, Lorlar olsun, Bəxtiyarlar olsun, Farslar olsun, hər kəs olur olsun. Eləyə biləcəklər ki, tez tərpəşən, güclü eləyə bilər çox torpaq ala. Gücsüz torpaqlarını itirəcək. Yəni biz güclü olsaq, Azərbaycanlılardan deyirəm, Qəşqaylardan deyirəm, Türkmənilərdən deyirəm. Və tez tərpəşsək, eləyə bildik ki, sürətlə torpaqlarımızı alaq, hətta o yerlər ki, tarixən bizə bizim torpaqlarımız hesab olur, onları da alaq.
Tez tərpəşməsə, Kürdlər məsələn tez tərpəşsə, gələrlər Azərbaycan Qərbi, Şərqi, Ərdəbil, Zəncər, Qəzvin alarlar. Və biz bir gücün altından bir gücün altına gedərik. Yəni İran gücünün altından geçərik, Türk gücünün altına fərq elədi kimsə. Bunun üçün ölmək və öldürmək. Bizə demokrasi indi lazım deyil. Bizə 100 il demokrasi lazım deyil. Bizə indi fiilən istiqlal lazımdır, dövlət lazımdır. Dövlətin qurmaq və dövlətin kəmiklərin, sümüklərin bərkitmək, onu bir çinara çevirmək, qalin ki, onu hər bir yer və heç bir düşmən onu yıxa bilməyə, ondan sonra demokrasiya keçək. Əlbəttə, öz-özünə elə bizim millətimiz demokratik bir millətdir. Bunu deyim ki, çərçivəsi də demokratik olacaqdır. Amma, yəni, fikir eləyək ki, məsələn, Amerikada dedim, Avropada demokrasi vardı, onu o şəkildə görməmək lazımdır. Hər halda, biz bu proqramda, yəni, beyin mühəndisliyinə qarşı əski türkçə kitablar proqramının 318-də çalışacağıq ki, türkçə əlyazı və keçən 250 ildən ta 1000 iləcən, 1500 ildə bundan qabaqacan yazılan kitablar olursa və bizim şansımıza gəlirsə, onları oxuyaraq özümüzlə tanış olaq. Onlar bizə göstərir ki, bizim dədələrimizə gəlir hökumət qurublar, o hökuməti nə cür qurublar, necə qurublar, hangi düşüncə ilə qurublar, hangi siyasi, tarixi fürsətdən istifadə eləyiblər, necə inkişaf elədiblər, iqtisadların, elmilərin, düşüncələrin, fəlsəfələrin, necə bunları inkişaf elədiblər, necə genişləndiriblər, necə dünyada eləyə biliblər, əmniyyət yaradarlar, dövlət yaradarlar, saxlayarlar. Dövləti fəqət ordu ilə yaratmazlar, dostlar. Dövlətin əvvəl fikri olar. Sonra bunun müxtəlif sahələri olar. İqtisadı olar, tibbi olar, amuzişi olar, ədalət sistemi olar, yəni məhkəmə sistemi olar, müxtəlif şeyləri olar. Onların üstündə bir ona dövlət deyər. Bunların hamısı dövlətdir. Dövlət fəqət o başda bir-iki nəfər ki, idarə edirlər, ya görünürlər idarə ediləyənə, onlar deyil. Mən ona bir qanun əsası yazmışam. Mənim nəzərimdə onlar müstəxdimdirlər. Yəni biz gələn dövlətdə deyək, bu adam rəisi dövlət və həmkarədir. Yox ki, bu istihdam oldu 4 illik. Millət bunu seçərək istihdam elədilər bu işə. 4 il bu adam bu işdə olacaqdır. Əsli mənim nəzərimdə demokrasi o zaman başlayacaq ki, biz eləyə bilək deyək ki, bu adam bizim müstəxdimimizdir. Biz buna deyirik ki, ayda bir belə sənə verəcəyik, burada bu işləri görəcəksən, 24 saat sənin işin budur. Sən deyəsən, mən gecələr yatacağam, həftədə başlayacağam dolanmağa, belə bir şey yoxdur. Yəni, hər şoğlun bir vəzifəsi vardır. Sən elə bilməsin, deyəsən, mən bu şoğlu alıram, yox, kefim çəkəndə gələcəyəm, bir gün tətilə gedəcəyəm, bir gün cümədir, bu gün gecədir, bu gün gündüzdür, hər şoğluda belə bir şey olmaz. Necə ki, məsələn, polisdə belə bir şey yoxdur, necə ki, radio, televizyonda belə bir şey yoxdur, necə ki, xəbərnigarlarda belə bir şey yoxdur, necə ki, bimaristanlarda, döhtürlərdə, pərəstlarlarda belə bir şey yoxdur, necə ki, çoxlu işlərdə belə bir şey yoxdur, fabrikalarda belə bir şey yoxdur. Fabrika deyə bilən sonra göylüm istəyəndə işə gələcəm, göylüm istəyəndə işdən gedəcəm. O da işdir, o da bir işdir. Hər kəs o işə getsə, gərək o qanunu keçər. Hər halda, bu söhbətlərdən gedək, çünki bizim bu bərnamədə əsli sövdümüz kitab oxumaqdır. Siyasət danışmırıq məmulən. Dünənləri bir kitab oxuduq, adı Məcmuətül Lətaifi Sənduqul Məarif. Bu kitab tarixini də tapdıq, əgər səhv eləmirsəm. Dedik ki, bu Məcmuətül Lətaifi içində çoxlu yazılar var. Neçə adamlar bunun içində yazı yazıbdır. Təqribən bu yazıların birinin sonunda, ya ikisinin sonunda tarix qoyulub. İkisinin sonunda tarix qoyulubdur. Biri 1015-də yazılıbdır, imza qoyulubdur. Bu, buradan 200 səfirlik bir şeydir. Yəni 432 il bundan qabaq yazılıbdır o. İkincisi 1039-da yazılıbdır. Qazizadə Əfəndi, bəllidir, o iki risaləni o yazıbdır.
Bir risaləni yenə də 1015-də yazıbdı. Əli ibn Hisaməddin Şəhiri məşhur bir müttəqi. Çox əcib əl yazmalardır, amma hər halda biraz bundan oxuya bildik. Gedək görək ki, bugünkü kitab Yevmul Məad nə kitabıdır? Və görək bir ayrısını da açaq, bəlkə Məcmuətul Vafiyə və Məcəllətul Haviyə. İki dənə kitab açdıq, gedək bunları görək nələrdən ibarətdir. Yevmul Məad, Məcmuətul Lətayib, bu sənduqu bağlayaq. Nəsabül Bəlağə, bunu öncələrdən oxumuşduq. Mədənli Maarif, bunu da dünən oxumuşduq. Tamam. Yevmul Məad və Məcmuətul Vafiyə. Əvvəl Yevmul Məada bir baxaq, görək ki, Yevmul Məad cildinə, yəni baxırıq görək kağızı nə cür saxlanıb, bu kitab necə qalıbdır. Yazıbdır ki, kitabın adı Yevmul Məaddır, 364 səhifədir, tarixini bilmirlər. İnşallah biz taparıq. PDF-də görsəniz ki, 182 səhifədir, 182 səhifədir. Yəni, çünki vərəqdir əslində, yarpaqdır. Hər kağızın, səhifənin iki üzü var. Bir bu üzü, bir bu üzü var. Onun üçün bunu ikiyə çarpanda olacaqdır 364. Cildinə baxırıq, görürük bir dənə kitabdır. Qıraqlarına baxında görürük gönümüş. Gönün üstünə bir nəqqaşı yapışdırıblar. Bu nəqqaşı Osmanlı dövrəsində yaranan su üzündə bir nəqqaşıdır. Suyun üzündə nəqqaşlıq edirlər. Sonra bunu kağaza, yəni kağazı qoyarlar suyun üstünə və onu bir sistemlə çəkərlər, sudan çıxarlar və nəqqaşı onun üstünə düşər. Fikirəm ki, yağlı nəqqaşı deyirlər. Mən təqiq bilmirəm, amma görmüşəm. Burada biz bir 20 il öncə bunun kilaslarına qızlarım gedirdilər falan. Orada mən görmüşəm bunu. Kitab bəllidir ki, köhnəlibdir. Kitabı bu səhifəyə gələndə görürük ki, birinci səhifəsində Vaqif, məşhur, Allah rəhmət eləsin, ruhu şad olsun inşallah. Hacı Əbdülqadir, məruf bey, Əmir Xacı Kəmankeşi Üsküdarı bu kitabı öz malından, yəni pul verib alıbdır. Sonra bunu bağışlayıb, vəqf eləyibdir. Vəqf yəni bağış da, bağış yeri. Ərəbcə vəqf elə o şey olur. Və şərtini qoyub bura, insanlar ki, istəyirlər bir şey öyrənirlər, keçsinlər bu kitabı alsınlar, oxusunlar. Onu görürük. Bu adam 3077-də ölübdür. Yəni, bu Əmir Xacı Əbdülqadir Seyyid deyirlər, Seyyid yəni ağa. Seyyid Hacı Əbdülqadir, Seyyid qərə əmmamə anlamında deyil. Seyyid yəni ağa. O şey ki, biz türkçə ağa deyirik, o Seyyid tərəfçə. Bu 1077-də ölübdür. Allahın rəhmətinə gedibdir. Allah rəhmət eləsin. Bunun kitabları bu ölümdən qabaq alma. Hətta bir gündə qabaq alsa, yəni bu o gün alıbdır. Amma bu kitab ha vaxt yazılıbdır. Əcaba o yazılan kitab nüsxədir, yəni bu alan kitab nüsxədir, yoxsa bir əsli yazının üstündən nüsxələnibdir. Bu əsli yazıdır, yəni əl yazma, əsli əl yazmadır, yoxsa bir nəfər əsli əl yazmanın üstündən ya əsli əl yazmanın üstündən yazılan bir neçinci nüsxənin üstündən götürüb yazıbdır, bu da onu alıbdır. Onu biz bilmirik, amma bunu bilirik ki, ən azından bunun hangi möhürdə, hangi kitabda adı varsa, yəni ki, bu 1077-dən öncə yazılmışdır. Bu birinci şey ki, bu kitabın tarixi haqqında bildik. Yəni, bu kitab ən azı deyək ki, mən bunu indi burada ləhsə hesablasam, indi 1447-ci il deyək, əgər bundan çıxsaq 1077-ni ki, adam Allahın rəhmətinə gedibdir, bu kitab 370 il bundan qabaq ən azı alınıbdır. Yəni, alınıb vəqf olubdur. Yəni, bu ölən günü belə alsa, vəqf eləsə, 370 il bundan qabaq bu kitab yazılıbdır. Ola bilər ki, bu kitabın ömrü 500 il, 700 il, ya 1000 il olsun. Bu birisi səhifələrinə baxaq, kitabın görürük ki, təəssüflə kitabın ortasında adcızan su gəlibdir. Burada möhürü gördük, bu möhürün Vaqifin, yəni həman o şəxsi, Allah rəhmət eləsin, onun vəqf elədiyi möhürdür, vurubdur kitaba. Burada sahibihi və maliki Müstəfa ibn Xəlil Zəmiri. Kitabın əvvəl sahibi, qədim kitablar üçün çox baha idi. Onu qəbalə kimi alver edirdilər. Qəbaləsi var idi. Məsələn, biz bir maşın alırıq indi, bunun qəbaləsi var.
Kitablar da qədim qəbaləsi var idi. Çünki çox baha idi. Yəni adam 1 il işləyirdi, verirdi bir kitaba. 2 il işləyirdi, verirdi bir kitab alırdı. O qədər baha olduğu üçün şey olurdu. Əvvəlinci malik ki alıbdı, bunu sahibi və maliki Müstəfa ibni Müstəfa Xəlilin oğlu. Xəlil Zəmirinin oğlu Mustafa. Bu kitabın sahibidir. Ehtimalən bu üstəki adam ki dedik, bu kitabı ondan alıbdı. Yəni indi bu adam ha zaman bunu alıbdı. Bunu da əlbəttə görərik. Burada bir yazılar yazılıbdı. 2-3 xəttinə. Bilmirik ki, bu ne? O Mustafa Zəmiri, Mustafa Xəlil oğlu Zəmiri bu kitab, bu xətti yazıbdı ya başqası yazıb. Çünki burada 2 xəttinə görsəniz, mənim nəzərimə bunlar biraz fərqlidir. Burada əlbəttə bir dənə tarix qoyub burada. Yazıb ki, Limusa əleyhissalam Ləkunti, yox, Lüknəti və ardimə sığınən bivuquf ayrılamaz aldı dilindən huruf. Nə deməkdir bilmirəm bunu, amma burada yazıb 1142. Bu da, yəni bu səfhədə sonra 1142-də yazılıbdır. Bu, yenə də burada ehtimalən bir şeylər gəlib qeydib oxuyarıq bunları. Bu səfhədə 2-3 dənə xətt vardı. 3 cürə xətti görürük. Ki, fərqli adamlar yazıb. Kitabın əslinə hələ keçməmişik. Bu səfhədə yenə görürük ki, əlbəttə kitab, burada yenə yaş görürük kitabın şirazəsində su keçibdir. Bu səhifədə başqa bir əlifba ilə yazı, yəni başqa bir əl, çox üzrsən, başqa bir əl yazıdır. Bunu da ehtimalən bir baxarıq, gördük. Nədir? Kitab-ı Mə'dənül Cəvahir və Rövzətül Xəvatir təlifi Şeyx Zeynül Quzzat İbn Əhməd İbni Muhammed Rəhəməhul Məlikis Səməd. Yenə də burada yazıb ki, sahibi kitab Məhəmməd Nəmənə Xəlil İbni Müstəfa Əfəndi Əqaidci. Bu da burada yenə də həmin o Məhəmməd üstəki kim idi o? O Mustafa idi. Bu da Məhəmməd İbni Müstəfa. Bu da Mustafadan keçib Məhəmmədə. Yəni dədəsinin adı nə idi bunun? Adı Xəlil idi. Xəlilin oğlu Mustafa, Mustafanın oğlu Məhəmməd. Yəni kitab keçibdi buna. Bu 3-cü adamdır ki, kitab burada görürük əl-ələ keçibdi. Zahirən burada indi bu kitab Tərcümətəl Fəqir Şeyx Muhammed Əl-Məruf bir Qazizadə. Qazizadədən buradan 2 dənə kitab oxumuşuq, əgər səhv eləmirsən. Bu Qazizadə ki, dünənki kitabda fikirəm bu adamdandır. Bəli, o Məcmuətül Lətayif və Sənduqul Məarif adında kitabın da içində yazılanların ikisi bu Qazizadənin qələmi ilə yazılıbdır. Bu adam o Kitab-ı Mə'dənül Cəvahir və Rövzətül Xəvatiri ki, Şeyx Zeynül Quzzat Əhməd İbni Məhəmmədindir, onu tərcümə eləyib türkcəyə. Sonra bunlara gəlirik, baxarıq. Ehtimalən bu kitab o olacaqdır. Yəni beləsi görə. Amma buradan əsli kitab buradan başlanır. Yəni buracan müqəddəmədir indi. Ayrı adamlar yazıb, bu da müqəddəmədir. Ehtimalən o adam ki, tərcümə edib o yazıbdır. Əsli kitab buradan başlanır. Əvvəlcə Bismillahirrahmanirrahim və Bihi nəstəin ilə başlayır. Vaqifin möhrün üstündə görürük. Kitabın şirazəsində biraz sədmə gəlibdir, biraz aralanıb səfələr bir-birindən. Onu da görürük. Ki, əsli şey burada görürük ki, kitab türkcədir. Amma ərəbcə olanlar, yəni o adam ki, kitabın əsli nə idi adı? Dedi ki, Kitab-ı Mə'dənül Cəvahir və Rövzətül Xəvatir. Bu kitabı ərəbcə yazdığı üçün o adam, onun əvvəlcə cümləsini ərəbcə yazır, sonra onu açıqlır, türkcəyə çevirir. Onun üçün də o ərəbcələrin üstünə, yəni o adam yazdığının üstünə xətt çəkir, qırmızı üstünə, yox başının üstünə. Yəni kəlmənin üstünə xətt çəkəndə, yəni qələtdir. Amma kəlmənin, ya cümlənin başının üstünə xətt çəkəndə, burada xətt çəkəndə, yəni ki, bu qələtdir. Amma burada xətt çəkəndə, yəni ki, bunun altındakı məsələ bir o kitabdandır, ərəbi kitabdandır. Bunu görürük. Kitab biraz yekə olduğu üçün sürəti biraz yaxçı qalıbdır. Üst-üstə bu kitab buracan görürük. Pis deyil. Düzdür, şirazəsində biraz su gəlibdir. Biraz irad görünür. Amma getdikcə də xətti gözəlləşir. Yəni,
Bu kitabın xətti çox gözəldir. Niyə gözəldir? Gözəllikdən mənzur nədir? Hidayət. Gözəllikdən mənzur. Yəni ki, mən eləyə bilirəm, bunu dərk eləyəm, bunu düşünəm, bundan anlaşam, bunu anlayam, bunu nəqd eləyəm, oxuyam, oxuduqca da anlaya biləm. İndi feilən mən bunu deyirəm, bəlkə anlaya bilərəm, çünki yazısı çox sadədir. Nəqqaşı deyil ki, bir-birinin içinə girmiş olan, mən kəşf eləməyə məcbur olam və bilməyəm ki, nə oxudum. Bu çox rahatca standart Osmanlı dövrəsində nəzərimə gələn yazı ilə yazılıbdır. Mən də bunu oxuya bilərəm, amma anlamasında müşkülüm ola bilər. Əgər bu təxəssüsi kitab ola və bu təxəssüsi kitabda ki, qətlən təxəssüsidir, Yevmul Məad adında, mən Yevmul Məada baxıram, o birisinə baxacaqdım ya, bəli, Yevmul Məada baxıram. Tamam. Məad haqqında 2 gün 3 gün buna qabaq mənim bir həftə bundan qabaq mənim bir gəlinimin böyük nənəsi Allahın rəhmətinə getmişdi. Onun təziyə məclisinə, dəfn məclisinə getmişdik. Orada çox fərqli bir sistemləri var. Burada insanların neçə dəlilə görə onları bəhs eləməyəcəm. Amma orada o məclisdə olduğum o keşiş deyildi, pastor deyirdi özünə, bilmirəm, müadili nə olar. Bizdə məsələn hüccətli İslam olar, nə olar, belə bir şey. O danışırdı. Mənim zehnimə gəldi ki, türklər qiyamət haqqında nələr düşünürlər. İstirdim ki, o haqda bir kitab axtaram, tapam, oxuyam. Görəm türklər nə düşünüblər keçən 1000 ildə, 1500 ildə, 2000 ildə, 10.000 ildə. Və bugün o kitab gəldi öz-özünə. Yəni, insan nə istirmişsə gəlirmiş, amma zamanında. Bu kitab Yevmul Məad, Məad günü. Məad nə deməkdir? Ovdudan gəlir. Ovd yəni qeyitmək. Bir yerə getmirsən, oradan qeyitməyə ovd deyirlər. Məad yəni qeyitmək. Bu bir ad indi. Baxın, qeyitmək, amma biz qiyamət deyəndə demirik ki, bu məad yəni qeyitmək. Yox, o bir istilahdır, bir növ yaranışa, bir növ dirilişə, bir növ ədalət sisteminə, bir növ hamı mühakimə olacaqdır o sistemə. Bir növ sistemi ki, orada sən danışmayacaqsan. Bəlkə bədən danışacaqdır, qulaq danışacaq, göz danışacaq, əl danışacaq, ayaq danışacaq və o birisi bədənin üzvləri deyəcək, mən bu işi gördüm, o da deyəcək, mən bu işi gördüm. Və bizim kefimizdir. Belə bir düz ya qələt var, doğru ola bilər ya ola bilməz. O mühüm deyil. O bir növ anlayışdır, bir növ təsəvvürdür. Ona təxəssüsi bir ad qoyublar, adına deyiblər məad. Və indi orada bunun özünün bir istilahları var, bir təsəvvürlər yaradıblar, bir təsdiqlər yaradıblar. Biz indi onu burada mümkün də onları baş tapmayam. Çünki mən türkcə dərs oxumamışam ki. Türkcəni oxuyam, amma təxəssüsü olduğu üçün bilmirəm. Məsələn, şeytan nə deməkdir? Mən bilmirəm. Heç kəs də inanmıram bilə. İblis nə deməkdir? Mən bilmirəm nə deməkdir. Cəbrəil nə deməkdir? İsrail nə deməkdir? Məsələn, bu təziyədə gördüm. Mənim yadıma gəlin, bilmirəm, bəlkə də doğru demirəm. İskotlandın erkəkləri, kişilər damən giyirlər, altda da bir qıssa corab giyirlər, bir dənə də şort olsa olur. Bu qışlarının ağ ətləri görsənir. Bir dənə paltar üstə giyirlər, bir dənə böh qoyurlar, bir dənə musiqi dəstgahları vardı. Burada ərəblərin o yelilə belə sıxırlar, ondan vardı. Amma 3 dənə də burada çıxır zırnadır, nədir, çıxır başdan eşiyə. Buradan bir şeyi püflür, oradan bir səs verir. Məsələn, bunu o məclisdə 2 dəfə bir dənə qoca fikrim 90 zat yaşı olardı, 94 zat yaşı olardı. O paltarla gəldi, bunu burada icra elədi, getdi. Onu çaldıqca mən deyirdim, bəlkə Suri İsrafil dedikləri belə bir şey olacaqdı. Ki o dünyada təqdir ki, hamı öləndən sonra, hətta Cəbrəil filan zat da öləndən sonra, məsələn, Əzrail zat da öləndən sonra Allah da məsələn insanları yaraldacaqdı, yaraldanda deyəcək ki, kun fəyəkun, durun ayağa, hamı duracaq ayağa, yerdən hamı göyərəcəkdi. Məad beləsi olacaqdı, yəni. Yerdən hamı göyərəcəkdi.
Orada o kun feyakun, o bir dana sur İsrafil deyirlər. İsrafil adında bir hər kəsdir, mələkdir, nə cür bir şeydir, adamdır, bilmirəm nədir. Biz bunları mən bilmirəm. Bu orada bir musbucu bir şeypur çalacaqdı. O şeypur o qədər uca olacaqdı ki, yerin içində o ölülər əriyiblər, torpaq olublar, milyonlar il, milyardılar il orada. Onlar yapışacaqlar bir-birinə, diriləcəklər qəbirdən. Elə ki, yerdən qışın sonrası göm-göyərti göyərir, çıxır. Adamlar yerdən göyərəcəklər, çıxacaqlar. Məsələn, bu təxəssüsü dedim. Yəni, belə bir təxəssüsü bir vəziyyətdir. Onun sözləri bilməsək, bu kitab türkcə olsun, nə olar ki? Anlamarıq. Kitaba baxırıq, sürəti biraz çoxaldaq, qeydaq, kitabı oxuyaq. Mən təqribən hər səfəni burada görməyə çalışıram. Çox xəttə əla bir xəttdir. Yəni, burada kitab şeydə qutarıbdır. 182-ci səhifəsində, 71-ci səhifədə, yəni PDF-in 71-ci səhifədə, yəni 142-ci səhifədə kitab qurtarır. Görürük, burada bir tarix var. Axir sətirlərini oxuyaq. Görürük, burada bir tarix var. Deyir ki, və Qur'an oxumaqda istədim, amma Qur'anda təfəkkür etmədə və xof Allahidən ağlamədə büldüm. Allah-u Teala səvabı yek bulur və cümlənin rücui anadır. Münəbbəhat tamam oldu. Kitabın adı ehtimalən Münəbbəhatmış buraca. Oldu. Allah-u Teala'nın tövfiqi ilə və Allah-u Teala salavat etsin Rəsuli Həzreti Muhammed üzərə və onun ali və əshabi üzərə cümləsinə təmmə. Tarix qoymadı. Cümləsinə mən bunu sənə oxumuşdum. Nəzərimə gəlir ki, yəni tarix dedim, bəlkə tarixi var, amma gördüm ki, tarixi yoxdur burada. Təmmə yazdı. Burada 2 səfər, 3 səfər boşdur. Ondan sonra 2-ci bölüm başlayır kitabdan. Yenə Vaqifin möhrün vurublar üstünə. Kitab Bismillahirrahmanirrahim ilə başlayır. Qabaqki kitabının əl yazısı biraz fərqlidir. Biraz daha nazikdir. Ehtimalən sətirləri də çox olacaqdır. Bir də bunun qıraq yazısı var. Qədimcə, üçün bir kitablar dedim, çox şey olurdu. Gördünüz ki, məsələn, mən sifariş verirdim. Ehtiyacım var. Bir kitabı, 2, 3, 5 kitab. Risaləni oxuyam, Risalə. Dedim, bir nəfər ki, xəttatdır, yazıcıdır, nəssax deyirdilər. Nəssaxa deyirdim ki, filan kitabları mənə üzün yaza bilər misin? O da deyirdi ki, taparam, yazaram. Neçəyə yazarsan, bir belə. Mən də çənə vurdım, yox, bir belə, yox, bir belə. Tamam, əl-ələ verirdik, mən gəlirdim. Deyirdi ki, məsələn, 2 aydan sonra, 3 aydan sonra, 1 aydan sonra kitabı gəl al. Ya da adam göndərirəm, kitabı xəbər verirəm. Məsələn, mən də biraz beyanə verirdim. O yaşayacaq da bu 1-2 ay. Gərək kitabın pulunu birazını verəsən, yarısını heç olmasa verəsən. O da kitabı yazırdı, sonra göndərirdi. O kitabları, ayrı-ayrı kitabları indi istəyir bir yerə yığsın. Çünki bir nəfərə verəcək da. Onları verirdi, mücəlləd edirdilər, dalısını toxurdular kağızları bir-birinə. Sonra onları bir cild edirdilər. Məsələn, bir kitabda görürük 5 dənə kitab toplayıblar bir-birinin dibinə. Bu məsələn ikinci kitabçı görürük belədir. Bu kitab oxunubdur, o birisi bəlkə oxunmamışdır da. Burada görürük, əlbəttə su çox çıxıbdır bunun şirazəsinə. Ehtimalən bu 2 dənə ayrı kitabmış, sonra bir-birinə yapışdırıblar. Ya necə olubdur, məsələn, onun az su çıxıbdır ortadan, bunun çox çıxıbdır, biraz mənə məsələ oldu. Bunu oxuyanlar qıraqlarında bir yazılar yazıblar. Bu da eyni ona kimi olacaqdır. Bunun da bəzi kəlmələrin, cümlələrin başının üstündə qırmızı xətt çəkilibdir, çox təmiz, şik. Və qıraqda da çoxlu qıraq yazılarını görürük. Biraz bir-ikinci səhifə keçəndən sonra yazı biraz yekəlir, qabaqçı yazı olur, elə həman yazıdır. Bu səhifədə yenə kiçildi. Çox bir cəlib bir kitabdır. Yenə bunu səhifələrini bıraq. Hər halda bunu bildik ən azından ki, bu kitab buracan 2 dənə risalədən ibarətdir. Amma biri nədir, birinin qonusu nədir, o birisinin qonusu nədir, onu bilmədik. Kitabı biraz sürətini daha çoxaldıram ki, tez geçsin axirə və qeydib eləyə bilək ki, kitabdan. Kitab 162-ci səhifədə qutarır. Bunu da biraz qeydək daldan biraz oxuyaq, görək ki, əcəba bu bir şey yazıbdır. Yazıb ki, fi kitab-ül müsəmma bi tibbin nəbi sallallahu teala aleyhi və səlləm
Əncimilin asar ki, an cümleyin ehtimalen asar ki Əbil Abbas Müstəğfiri rəhmətullah əleyh ani cəm eylədi, tibbi nəbəvi ilə təsmiyə etdiyi kitabında yəcdəhu mən yətlubəhu ol kitabı istəyən bulur, əgərçə bu kitabı görmədin, amma görmədik. Amma bundan sonra fəhuli ulema cəm və təsnif etdikləri və bu ismiyle təsmiyə etdikləri müfid və rə'na kitabları Suyutinin və Kemal Paşazadənin şərəfi mütaliələri ilə müşərrəf olduq. Elhamdülillah alə təmami və müsəlliyən alə nəbiyyihi və alihil kiram təmmət be'unillahil məlikil müteal. Bunda da tarix görmədik. Aşağıda da bir şey bəqqal imiş, neymiş? Bir şeyler muhasibə edildi. Kitabın 2. bölümü qutardı. 3. risalə başlayır. 3. risalə biraz kiçikdir o birisinlərə görə. Xətt fərqli, yazı fərqli. Bunun o birislərdən bir imtiyazı var, bir üstünlüğü var. Üstünlüğü budur ki, bu kitabda Türk yazıların üstündə eyrab qoyubdur. Yəni nə? Yəni istandart edir. Yəni bu kitab deyək ki 400 il bundan qabaq yazılıb. Ən azı. Bunu sıfıra bilirik. Yəni dedik ki 300 neçə il bundan qabaq yazılmış ola bilər. Çünki bunu kitabı alıb bağışlayan 1077'de Allah'ın rəhmətinə gəlsə 370 il bundan, o günkü ölübdür, o gün hesablasaq bu adam 377 il bundan öncə bu kitabı alıbdır. Bu kitab dolar 400 il bundan öncə, 500 il, 600, 700 il, 1000 il bundan öncə ola bilər əsli yazılmış olsun. Bu xətt gözəl xətt olduğu üçün, fərqli xətt olduğu üçün sonralar onun üstündən nüsxə yazılmış ola bilər. Amma o zamanda kəlmələr və hərflər boğazdan nəcür çıxırdı. Ədəbi dildə türkü nəcür səslənirdi, nəcür yazılırdı. Onu biz burada öz ləhcəmizini oxuruq. Çünki səsi yoxdur üstündə. Buradakı Təbriz, Ərdəbil, Urmiyə, Türkiyə filan bunların ləhcəsi ilə oxuruq. Amma o zaman ki hərflərin üstünə onun səsini qoyur, biz gedirik o zaman, yazı yazılan zamanda ədəbi dil və istandart türkcə nə idi və kəlmələr və səslər nədir ağızdan çıxırdı, onu öyrəşirik. Bu kitab o cürsü səs qoyub. Yəni elə bir Quran oxuruq. Quranın üstündə necə ə, e, ö, a, u, i bunları qoyublar. Burada da onları hamısını qoyubdur. Tək-tək hurufun üstünə təşdidi də qoyubdur. Bunun üçün biz bilirik ki, məsələn bu kitab neçə il bundan öncə yazılanda necə yazılıbdır. Bu o iki dana risalədən daha məncə önəmlidir. Bu da çox keçmədi. 7-8 səhifədən sonra bu da qutardı. Burada da bir baxıq görək bunun da içində bir tarixi var deyə yoxdur. Deyir ki, bir kimsənə əhli bidətə və əhli zəlalətə ihanət eyləsə, ihya-i şər-i şərif üçün Allah-u Teala o kimsənə qiyamət günündə fəza-i əkbərdən əmin eyləyə və sallallahu alə seyyidina Muhammedin və alihi və sahabi əcməin və elhamdülillahi rabbil aləmin təmmə və küllün bi ovnillahi Teala tarix qoymayıbdır. Bunu yenə möhür vurdu. Bu da 3-cü kitab. 4-cü kitabda aynı genə də üslubundan yazılıbdır. Yəni eyrab qoyubdur türkçələrin üstünə və haza vəsiyyətül imamül əzəm rəhmətullah aleyh. İmam-ı Əzəm sünni məzhəblərində bir neçə dana, 4 dana bilirik ki, imam vardı. Biri İmam-ı Əzəmdir bunların içində ki, onun İmam Cəfər Sadiqdən sonra əgər səhv eləmirəm, ondan qabaq bilmirəm hangisi. Bu bərabər, yəni o zamanlarda bərabər yaşayıblar. Bunu qabaqcan bir kitab oxuyanda axtardıq onları, tapdıq imamları. Onun vəsiyyətidir ki, dünənki kitabda da bir tikə bundan vəsiyyətindən oğluna görə yazmışdı, onu oxuduq. Yenə bu kitabın bəzi yerlərində qırmızı yazı görürük ki, bu o kitabın qabaqçı paragraf qutarıbdır, sonki paragraf başlamayıbdır. Onun ortasında bir qırmızı yazı ilə paragrafdan paragrafa geçməyi göstərməyə çalışır. Çox gözəl bir xətlə və eyni Quran, yəni məncə bir dənə adam, məsələn mənim nənəm, dədəm, hər kəs baxsaydı, deyərdi bu Qurandır. Bu da neçə səfə, 4-5 səfədir getdi bu, bir ayrı kitab başlandı yenə, bu 5-ciyə olur. 5-ci kitabda bu da Bismillahla başlayır.
Mənə gəlir ki, yox, türkcə. Bu da türkcə. Yox, türkcə deyil. Bu ərəbcədir. Bu kitab ərəbcədir, amma cəlibdir ki, türkcənin üstünə ə, e, ö, a, i, u, erab qoymuşdu, amma ərəbcənin üstünə qoymayıbdı. Niyə ki, o zaman müsəlmanlar çox ərəbcə oxuyurdular və ərəb dili təqribən elmi dili idi. Təqribən elmi dili idi. Osmanlıdan sonra bu dəyişdi. Osmanlı, hətta desək bəlkə Osmanlıdan qabaq başladı dəyişməyə və elmi dili, din dili türkcə oldu. Mən cəlibdir, dün əyləncəm bir şey bilmirdim. Bilirsiniz ki, Atatürk iş üstə gələndən sonra Osmanlının 300 milyon arşiv sənədini tökürlər xiyabanlarda, bəqqallara verirlər, hamama verirlər ki, hamamçılar bunları yandırsınlar. Tarixi bu cür aradan aparırlar. Yandırsınlar, hamamı qızışdırsınlar. Bir gün deyir, bir Yahudi geçirdi, gördü ki, bu kağızları yandırırlar, hamama verirlər. Dedi, bunu neçəyə verirsiniz? Dedilər ki, müftə veririk, yandırsınlar. Dedi, mən hazıram alam. Neçəyə alırsan? Mən bilmirəm, hoqqa nə qədərdir. Dedi, hoqqasını məsələn batman deyək. Batmanına 5 o zaman 5 akçe verirəm məsələn. Hamama müftə verincə yandıraq, verək bu adama. 40 vaqon qatar vaqonu. Dəmir yolunun vaqonları 40 vaqon bu adama çəkdilər qapanlarda. Pulunu aldılar, verdilər bu adama. Bu Yahudi aparacaqdı, nə bilim, İspaniyada harda bunu kağız kərxanasına satacaq. Məsələn, alıbdı hoqqasın 5 deyək şey, qırana, satacaq 7 qırana. Deyir, bu adam getdi bu Bulqaristana elə bir ya, Məcaristana, bilmirəm, Bulqaristana ehtimalən. Bulqaristana. Bulqaristanda keçəndə bunu yükünə baxdılar. Yükünə baxanda gördülər bunun içində sənədlər var. Dedilər ki, bunu neyinirsən? Dedi, bunu aparıram filan məmləkətdə, İspaniyada. Bunu kağıza çevirəcəyəm. Verəcəyəm əssinlər, qordon düzətsinlər məsələn. Ağa, burada biz bunu xəbər verək. Deyir ki, bunlar nə cür bildilər ki, bunlar sənəddir? Deyir ki, çünki o zaman Osmanlı neçə yüz il Bulqaristana, fulana, bəhmana şeylik eləyibdi. Hükümət eləyibdi. Oranın rəsmi dili, təlim-i tərbiyyət dili, məktəb dili türkcə olduğu üçün bunlar baxdılar, gördülər ki, bunlar sənəddirlər. Getdilər öz imperatorlarının, şahlarının yanına dedilər ki, hər kəs imiş də o adam belə bir 40 vaqon Türkiyənin, Osmanlının sənədlərin bir nəfər alıb da aparır kağız eləyər. Bunları biz alaq. Şah dedi, bu bizim nə dərdimizə deyər. O Atatürk'ün adamları bunları özləri atıblar eşiyə. Bizim nə dərdimizə deyər ki? Dedi, qurban, onlar bilmirlər. Ya da xaindirlər. Bizim tariximiz istiyaq yazaq, Osmanlının arşivindən yazacaq. Bizim tariximiz yoxdur, hüviyyətimiz yoxdur ki. Bizim hüviyyətimiz arşivlərdədir, o arşivdən yazacaq. Hə? Tamam, gedin o adamı çağırın. Yahudini çağırdılar, dedi, bunun neçəyə almışsan, bir beləyə. Neçəyə satacaqsan, dedi, bir beləyə. Nə qədər pul elə, bir belə. Tamam, ağa, o pulu biz mənə verək. Bunları sat bizə. Tamam, mən bir belə yurda aparmaram, qətarın pulunu vermərəm. Tamam. Verdi bunlar və bunlar bu günləri Osmanlının ən böyük arşivi Bulqaristandadır. İstəyirəm deyəm ki, bu iki deyirlər Atatürk deyib nə mutlu türkümə, yəni türk məsələn pis imiş. Osmanlı dövrünün külli sənədləri, kitabları türkcədir. İçində ərəbcə də yazanlar var. Amma elmi dili, təhsil dili, dövlət dili türkcə olduğu üçün arşivlər türkcədir. Cəlibdir, bu adamdan bir cəlib söz eşitdim, dedi ki, siz istəyirsiniz, biləsiniz ki, Məsələn, mən deyirəm, ha, o adam ayrı bir yeri deyir. Deyir, məsələn, o adam dediğin deyək. Deyir ki, Anadolu'da filan kənd nə vəziyyətdəymiş o zaman Osmanlı'da, filan ildə. Deyir ki, gedəcəksiniz, kitablar var, fehristdir adı. O fehristə baxacaqsınız, o kəndin adını tapacaqsınız. Orada fehristə yazıb ki, bu kəndin haqqında filan kitabda, filan səfədə belə gedəcəksiniz, baxasınız sonra. Deyir ki, onu götürəcəksən, gedəcəksən o qəfəsədən o kitabı, o şumarə kitabı indirəcəksən,
O səfəni açacaqsan, bu kəndin adında yazıbdır. Nə yazıbdır? Yazın məsələn, bu kəndin 92 adamı var, 92 ailəsi var. Həsənin 10 hektar yeri var, Hüseynin 5 hektar yeri var, Mahmudun 3 hektar yeri var. Həsənin yerinin məsələn 5 hektarı su altındadır, 2 dana girdəkan var, 4 dana üzümü var, 10 dana cilası var, beləsi. 3 dana toyuğu var, 5 dana qoyunu var, 2 eşeği var, bir dana 4 dana uşağı var, 2 qızı var, bir oğlu var, özünün bu yaşı vardı, dini budur, kökəni məsələn Türkdür, ərəbdir, ermənidir, ya hər nədir bunları yazıb orada. Və o birisiləri də belə-belə yazıbdır. Sən bilirsən ki, bu kənddə nə var imiş? Amma biz bu ittila, yəni bilgi ittilaatdır. Bilgi gücdür. Osmanlı niye güc olurdu? Çünkü bilgisi var idi. Her şeyi bildiği için eləyebilirdi ki, şey eləsin. Mən kişilər üçün oxumuram dostum. Çox sağ olun. Mən özüm üçün oxuram. Bu bilirəm, bu tür şeylər çox ağırdır. İnsanlar bu tür şeylərə gəlməzlər. Mən özümün inkişafıma gedirəm. Mən inkişaf eləməliyəm. Özümü inkişaf elətdirməyə çalışıram. Siz də eləyə bilərsiniz bu işi görəsiniz. Ya yox. Bu iki insanlar baxırlar, baxmırlar. Əsla mənə mühüm deyil. Amma bir gün görəcəklər ki, mən düz yol gedirəm. Çünki mən deyək ki, bir saniyədən sonra öldüm. Bu kitabı öyrəşmiş oluram, ölürəm. Bilirəm ki, bax, bunu bildim. Amma ya hətta hər kəs indi qulaq asdı mənim bu sözümə, ya sonra qulaq asacaqdır. Hətta əqəl biləcək ki, bax, Atatürk dövründə bu sənədləri belə eləyiblər. Belə olub, belə olub, belə olub. Və ondan sonra öldü. Bir şeyi bildi, öldü. Cahil ölmədi bir şeydə. Biz çox şeylərə cahil öləcəyik. Amma hər halda. Bu kitabı da geçək indi. Telamizül İmamül Əzəm, burada kitabın davamında. Bu da bölüm-bölüm yazıb zahirən İmam-ı Əzəm və əgər səhv eləmirəm, kitab qutardı. Bu vəsiyə da burada qutardı. Vəsiyə ha zaman yazılıb. İndi bu vəsiyyət ərəbcə yazılıbdı İslam dünyasında. Bu biz nüsxəsini ha zaman oxuruq. Məsələn, deyək ki, 1077-də bu yazılıbdır nüsxə. Amma bunun əsli İmam-ı Əzəm zamanında. İmam-ı Əzəm kimdir? Bunu gedək bir axtaraq şurası İmam-ı Əzəm kimdir? Ha zaman yaşayıbdır. Bura baxmayacaqdıq, gedəcəkdik buradan. Bunu açacaqdıq. İmam-ı Əzəm kimdir? İmam-ı Əzəm böyük imam, ləqəbi ilə tanınan şəxs İslam dünyasının ən böyük fiqh alimi və Hənəfi məzhəbinin qurucusu İmam Əbu Hənifə rəhmətullah əleyhidir. Bu böyük şəxsiyyət haqda qıssa və önəmli bilgilər bunlardır. Əsli kimliyi, adı və nəsəbi Nü'man ibn Sabit ibn Zutəy. Doğum yeri və tarixi Hicri 80-ci ildə Küfə şəhrində, Əraqda, indiki Əraqda anadan doğuldu. Əsli çoxlu tarixçilərin fikrinə görə əsilləri türk və ya fars soyundan gəlir. Əsli. Elmi məqami. Bununla işimiz yox. Bu adam Həzrəti Peyğəmbərin hicrətindən 80 il sonra dünyaya gəlibdir. Deyək ki, ömrünün axirində də vəsiyyət yazıbdır. Bilmirəm ki, ha zaman ölübdür. Bunu da baxaq, ölümünə də baxaq. 150 hicridə Bəğdad şəhrində vəfat etdi. Yəni, İmam Əbu Hənifə 80-də doğulubdur, 150-də Allahın rəhmətinə gedibdir. Vəsiyyətini o zaman yazıbdır. İndi ondan bu üzrə minlər nəfər bunun vəsiyyətinin üzündən nüsxahlıq eləyiblər, yəni üzündən yazı yazıblar. Biri də budur. Biz o əslə əlimizdə deyil, yəni mənim əlimdə deyil, indi bu kitabda o deyil. Amma onun üzündən yazılanlar bizim əlimizdədir. Əslisi o tarixdədir, amma bu nüsxə hangi tarixdə yazıb, bizə bu nüsxə də mühümmüdür, o da mühümmüdür. Deyək ki, o 80-də 150-ci ildə yazılsa, bu günləri 1400, bunu yerində buradan baxaq, 1447-ci ildir, yox, ondan çıxsaq 150,
1297 il bundan qabaq bu mətn yazılıbdır, vəsiyyət yazılıbdır. İndi onun üzündən neçə dəfə bu yazılıbdır? Minlərlə dəfə. Minlərlə dəfə yazılıbdır. Hərəsi də bir tarixdə yazılıbdır, hərəsi bir torpaqda yazılıbdır. Amma ərəbcə yazılıbdır. Türkcəsində dünənləri oxuduq. Biraz. İndi gedək bu kitablarımızın əvvəlindən görək bu kitab nədir? Əvvəldə bu adam ki bunu vəqf eləyib onu yazaq. Görək nə yazıb? Yazıb ki kitab 157 vərəqdir, ovraqdır. Sətirlər də bəzi yerdə azdır, bəzi yerdə çoxdur. Onun üçün yazıbdır müxtəlif. Bu həqir və fəqir pürtəqsir əs-Seyyid Əl-Haci Əbdülqadir Əl-Məruf bi Əmir Xaci Kamankeş Əl-Üsküdari bu kitabı müstədabi mülkümdən ixrac edib, Üsküdaridə vaqe validi Ətiq camiinə, yəni məscidinə şul şərt ilə vəqf elədim ki, tələbi ulumidən hər kimə iqtiza edərsə rəhn qoya və yaxud kəfil milli ilə milli yazım əlbəttə. Kəfil milli ilə milli bilmirəm nə deməkdir. Bunu bilmirəm, gedək soruşaq. Bu çünki bunu rastlaşıram, oxumuram. Kəfili millinin milli yazıb yoxsa milli yazıb? Milli. Milli. Kəfil milli nə deməkdir? Siz bu böyük ehtimalla kəfil milli dediyiniz Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və Azərbaycan milli şuurunun öndərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin nəzərdə. Yox, belə bir şey demirik. Onun adı hətmən o tür bir şeymiş. Yox. Bu söz vəqfnamələrdə yazılan şərtlərin içindədir. Məsəla yazır. Nə yazır? Yazıbdır ki, nə yazıb? Məsələn, yazır ki, rəhn qoya və yaxud kəfili milli ilə verilib ta hacəti tamam olunca tamam bu qədər. Görək ki, buna nə deyəcəkdir? Görək buna nə deyir? Əslində həm kitab oxuyuruq, həm araşdırma aparırıq. Kəfil mali ola bilər o mənada olsun. Mən də o cür düşünürəm. Amma yenə bax, görək ki, deyir ki, düz buyurursunuz. Mən öncəki cavabda siyasi bir təlmih öz özümdən çıxartdım. Amma sizin qeyd etdiyiniz mütəblər, vəqfnamələr və köhnə hüquqi sənədlər tam başqa bir məna daşır. Görürsünüz, məsələn, təxəssüs olur da. Vəqfnamələrdə və köhnə mali sənədlərdə kəfil milli və ya ona oxşar ibarətlər, məsələn, kəfil məli bir şeyin etibarını və zəmanətini göstərir. Burada bir neçə ehtimal var. Kəfil məlli, sözün kökü. Çox vaxt bu söz məli imlalı ilə, imlalı ilə kimi yazılır ki, ərəbcə mələət kökündən gəlir. Mənası, yəni, o qədər varlı və sərvətli bir şəxs ki, başqasına zamin kəfil dura bilir. Kəfil, amma mali kəfil. Sənədlərdə istifadəsi vəqf olunmuş bir mülkü və ya mali
birisinə icarəyə verəndə o şəxsdən bir varlı zamin istəyirlərdir ki, əgər mala zərər dəysə və ya icarə haqqı ödənməsə, o zamin cübran etsin. Kəfiri milli, hüquqi baxışdan. Əgər kəlmə dəqiqən milli yazılıbsa, bu daha çox müasir Qacar dövrünün sonları və məşrutə dövrünün sənədlərə aid ola bilir. Tamam. Getdi. Bunlardan daha keçək eşiyə. Verilib ta hacəti tamam olunca hifz edib nişan üçün kağızın bükməyə, cildin sökməyə, uşaq əlinə verməyə və təbdil və təğyir etməyə. Əksər işə əgər şərtlərdən birisinin xəlafi zuhur edərsə təzmin olunə. Fəmən bəddələ bə'də ma səməəhu fəinnəma isməhu ələl-ləzinə yübəddilunəhu nəzm-i kərimi fəhvasıncə ism olməyə, asim olməyə. Qutardı. O birisi səhifədən də biraz oxuduq. Dedi, burada bir tarix qoyubdu. Bu adam ki, bu kitabı alıbdı. Cildin birinci səhifəsində yazıb ki, Musa aleyhisselam oranı oxuduq. 1142-də bu kitabı alıbdı. Üstündə belə bir şey yazmıyor. Ya hamidəl fialə dəlmənnə ehtimalen zəlmənni ələ cəmi xəlqihi bilütfihi ya hamidu ya Allahül məhmudu fi külli fəalihi ya Allah husuli murad üçün 100 kərə oxuyub bəd mübaşirət edə gərək padişah qatında və gərək vüzəra qatında bila təvəqqüf hasıl olur. Zira ismi əzəmdür qəflət olunmaya. Bu belə bir şey yazıbdır. Birisi səhifədə dedik ki, bu kitabın sahibi kimdir? 3 əl dolandırıbdır, sonra bu adam alıbdır. Bu adıdır ki, Xacəyi Kamankeş bu adam alıbdır ondan. Sahibihi və malikihi Müstəfa İbni Xəlil Zəmiri. Küfteyi, nə mənədir? Mevlana. Göfteyi Mevlana olacaq, küftə oxunmayaq. Göfteyi Mevlana Molla Cami rəhmətullah. Mənla yazırlar. Mənla Cami rəhmətullah əleyh. Cami nə deyibdir? Dila bərxiz taət koni ki taət be zəhərkar است. Səadət ən kəsi yabət ki vaxti صبح بیدار است. Qutardı burada bir adam kitabı alanlar, kitabı oxuyanlar götürüblər bu kitabın üstündə bir şeylər yazıblar. Bunu oxumağa gəlməz. Bilmirəm gələr gəlməz, amma mən oxumuram. Tazaşdan bir ayrı xəttinə bir ayrı bir şey, Tazaşdan bir ayrı xətt. Bu birisi səhifədə bir şey yazıblar. Əgər eləyəmisək bunu oxuyaq. Çox fərqli xəttinə yazıb ki, minnət Xudayra tedad və nimət o izhari minnət etmək Allah-u Teala həzrətlərinə layiq və məxsusudur. Əzzə və cəllə sifəti kaşifədir. Mədh-u səna məqsududur. Daimən əziz və cəlilidir. Əziz və cəlil o adı diye təbir edənlər təqsir etmişlərdir. İbadətləri mazi mənasını mevhumudur. Xəfi buyurulmaya ki, Cənab-ı Haqdən qeyri heç bir fərd haqqında Əzzə və Cəl ibarəti itlaq olunməzdir. Cəmi ənbiya əgərçə əziz və cəlildir, məəhaza onların haqqında Əzzə və Cəl denilməz. Kəza zəkərəhu şeyxul imam əl-əllamə Cəlaluddin əs-Suyuti fi risaləti əl-Mevsumə. Risaləsinin adı nədir? Bi itmamin ni'məti fi ixtisasıl İslami bihazihil əsillə, nə mənə? Bihazihil əhiyyə, belə bir şeydir. Bihazihil ümmət və binayı in məvəddət bər zillənинə, belə bir şeydir. Oxuya bilmədim. Bu nə mənə? Zilləni. Ərəbcə yazıb, Türkcə yazıb da onu bilmirəm. Və bu məhəbbətin binası və əsası bir zillət üzərə dəcildir. Yəni, büldüz ki, eşq və məhəbbətin şəhəvani dəcildir. Ba vücud in mعنی لایق قدر علما نباشد. لایق قدر علما نباشد خود را متهم کردن وجود برون bu معانی vücudiyle yani sen böyle paçbaz olur iffet üzere bir aşık-ı sadık iken kendiki mütteham etmek ve edepsizlik
cövrin çekmek ülemanın qədrinə və şəninə layiq dəcildür. Yəni Gavzi nefsaniyesi olmayan aşık-ı sadık, hususen ehli ilm kısmından hügle pak nazar aşıkların kadr-ı kıymetin bilmez, murad arxanizlərin murdar xinzirlərin və bi ədəb və bi təmizlərin, yəni bədgümanlərin bihudə tə'anü cəfalərinə təhəmmül göstərib, xəlqə suizən verib, kəndigi müttəhəm etmək layiq dəcildir. Zira şəhəvani nəzəri olmayan əvvəl mərtəbəyi ixtiyar və irtikab etməzdir. Bu məhəllidə ba vücudu in mə'ni ibarətinə bunun biriyle diyi mə'ni verən şarih qalibən mə'niden xəbərdar olmamış, bu səbəbdən haqqı təbirdə təksir etmiş. Şərhi Kəfəvi Gülüstan Rəddi Saudi. Ne mənə hər halda. Burada bunun belə bir şey yazıbdı, şeyə rəddi yoxdur. Adam çox alim bir adam imiş. Deyir ki, iştibah oxumusunuz. Bəzi şeyləri iştibah düşünmüsünüz. Kitabın əvvəlində yazılır. Amma gedək bu, indi burada kitabın 2-ci səhifəsində sahibil mülkihi Məhəmməd Xələf ibni Müstəfa. Məhəmməd Xələf, Müstəfanın oğlu. Müstəfa da demişdik şeyin oğludur da. Ne mənənin oğlu idi? Xəlilin oğlu idi. Məhəmməd Xələf, Müstəfanın oğlu ki, o da şeyin oğludur. Bu orada əfəndi əqaidçidir özdə. Bu geçib kitab bunun altında. Yəni nəviyə geçdindi. Nəvənin əlindədir. Kitab Mədənül Cəvahir. Yəni 3 nəsl bu kitab əldən elə keçibdir, saxlayıblar. Kitab Mədənül Cəvahir və Rovzətül Xəvatir təlif əş-Şeyx Zeynül Quzzat Əhməd ibn Muhammed Rəhməhul Məlikül Səməd. Bu kitabı ehtimalən burada bir şeylər deyir. Tərcüməhül Fəqir Şeyx Məhəmməd Əl-Məruf bi Qazizadə Cə'lə təqva zadə və ufrə ilməhu və zadəhu və rəzzəqəhul husna və zadəhu. Bu zadələr burada şey anlamındadır. Dua anlamındadır. Cə'lə təqva zadəhu. Zad onun ruzisi. Qazizadə burada zadə doğum anlamında değilmiş. Yəni ruzi anlamındaymış. Cə'lə təqva zadə. Allah onun təqvasını çox eləsin. Vafərə ilməhu və zadə. Allah onun ilmin vafir eləsin və çoxalsın. Vafir yəni şöbələri çox olsun. Zadəhu yəni çoxalsın. Və rəzzəqəl hüsna və zadə. Ona yaxşı, gözəl ruzi versin və çoxalsın. Özün dua eləyibdir. Biz də özümüzə Allah mənim dedənlərimə rəhmət eylə. Allah bizim ruzimizi çoxalt, bol eylə. Sağ bədən, salim bədən, düşüncə, ağıllı düşüncə ver. Amin. İndi burada kitab oradandır. Bu da adam özünü tərif elədi. Kim bunu tərcümə eləyibdir? Əsli kitabın adı odur. Biz bilmirik bu hangi tarixdə yazıb. Əlbəttə yazsaq, Google eləsək gətirəcək ki, bu hangi tarixdə yazıb, kim yazıbdır. Adını yazdı ki, əlbəttə yazan kimdir. Tərcüməsi də budur. İndi gedək şey. Ən İbn Məsud rəziyallahu taala anhu. İbn Məsud deyirlər ki, Həzrət Məhəmmədi görübdür. Ən İbn Məsud rəziyallahu taala anhu qalə Rasulullah sallallahu taala aleyhi və səlləm li əshabi yawman aminuna entum fəqalə Ömər. Yawman aminuna entum. Bu da peyğəmbərin sözü qutardı. Fəqalə Ömər rəziyallahu taala anhu Nə'm ya Rasulullah. Fəqalə aleyhissalatu vesselam və ma əlamətə imanikum. İmanınızın əlaməti nədir? Fəqalə Ömər rəziyallahu taala anhu nəşkuru nə mənə?
الآلاء و نصبر على البلاء و نرضى بالقضاء و نرى الجنة فوقنا فنشتاق إليها و نرى النار تحتنا فنتعوذ بالله منها فقال علیه الصلاة والسلام. Buradan Hazreti Ömer Rezulullah dedi ki imanın əlaməti nədir? Ömər əleyhissalam da dedi ki, Allaha şükür edirik, səbr edirik bəlalara, razıyıq qəzaya, cənnəti özümüzdən üstə görürük, başımızın üstündə görürük, ayaqlarımızın altında cəhənnəmin odlarını görürük. Allaha nəuzu billah edirik, Allaha qeytmaq istəyirik. Həzrət Peyğəmbər nə dedi? Əleyhissalatu vesselam, İza entum müminuna və Rabbil Kəbə kəza fil əhyai. Mən bunu anlamadım. Həzrət Məhəmmədin sözünü anlamadım. İbn Abbas rəziyallahu anh. İbn Abbas da hala Həzrəti Əlinin əmisi oğludur. Ehtimal Həzrət Məhəmmədin də əmisi oğludur, ya əmisidir. Həman ki deyirlər gözü kördür, Abbas odur. Gözü kördür. Ehtimalən savaşda kör olub, ya elə nədən kör olub, bilmirəm. İbn Abbas odur, uşaqzad da çox imiş. Onun oğlu. İbn Abbas yəni Abbasın oğlu. Ən İbn Abbas rəziyallahu anh ma rəaytu Rasulullah sallallahu ta'ala aleyhi və səlləm samə yawman yetəharra fazləhu aləl əyyami illa hazəl yawm. Yəni Aşura və hazə şəhr yəni Ramazan. Belə bir şey deyib və hədisdə oradan şoqi iləykə ki şoqi limad tefil harasi ilə təbibik əlləzi yeşfa minəl marazi. Şeir idi bu da ərəbcə. Aşağıda bir şey yazıb da ən-natfu bit-tahriki el-məzyul məlazimi cəvhəri. Nə belə bir şeydir. Əslində kitab buradan başlanır. Bismillahirrahmanirrahim. Buradan da bir ayrıdan bir şeyler yazmıştı. Hədis idi. O da kitap alanlar yazıblar. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Elhamdülillahi fi kulli. O tərcümə budur da. Yəni o kitab ki dedik əvvəldə. Nə idi adı? Kitab-ı Ma'denül Cəvahir və Rozətül Xəvatir. Tərifi Şeyx Zeyneddin Quzzatül Əhməd ibn Məhəmməd. O buradan başlayır. Ki onu həm əslini yazır, kitabın əslini yazır, həm də şeyi yazır. Əlbəttə bir dənə bir iş görək da, biz burada bu kitabı yazaq görək ki, bizə bir məlumat nə verir, bu kitabı kim yazıbdır, yəni hangi zamanda əsli yazılıbdır. Kitab-ı Ma'denül Cəvahiri və Rozətül Xəvatiri تألیف الشیخ زین القضاة احمد ابن محمد hangi tarixdə yazılıb Türkçe mütercimi Şeyh Muhammed Ma'ruf be Bazizade bir. Ayda ne oldu? Niye böyle oldu? Baxmamışıq elə bir şey. Aydad işte. Tabii belə yazmışıq heç olubdur. Kitab-ı Cəvahirül Ma'denül Cəvahir və Rozətül Xəvatir tə'lifi الشيخ زين القضاة أحمد ابن محمد
hangi tarixdə yazılıb və kimlər onu türkcəyə çeviriblər? Tamam, görək ki, belə bir şeydə bizə nə deyir? Mədənil Cəvahir və Rozatul Xəvahir kitab-ı hikmətli sözlər, nəsihətlər və ibrətli hekayələr məcmuəsidir. Bu əsərin müəllifi Şeyx Zeynül-Quzzat Əhməd ibn Muhammed bəzi qaynaqlarda İbni Əbdullah da yazıblar. İdi ki, Hicri 8-ci əsrin, miladi 14-cü əsr böyük alim və ədiblərdən sayılır. Kitab 8-ci əsrdə deyir yazılıbdır. Yəni onlar 700, 1, 2, 3, 4, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 99, 800. Bu illərdə yazıları deyirlər 8-ci əsr. Bu əsərin tarixi və türkçə tərcümələri haqqında bu nöqtələri qeyd etmək olar. Yazılma tarixi. Bu kitab dəqiq olaraq Hicri 8-ci əsrdə təxminən 750-ci illər ətrafında ərəb dilində yazılmışdır. Kitabın əsl əlyazmalarının çoxu və ilk nüsxələri o dövrə aiddir. Nüsxələr o dövrə, əsli də deyil, o dövrə aiddir. 750-də. Pəs bu kitab 750-də yazılsa, indi 1447 isə xududən 702 il bundan qabaq yazılıb deyək. Hesablasaq, beləsə hesablarıq. Deyərik ki, 1447-dir, bundan çıxsaq 750 civarı. Əlbəttə, civar deyil də, yəni bizdə bunu. 697 il bundan öncə bu kitab yazılıbdır. Ərəbcə. Və o zamandan da bunun nüsxələri çıxıbdır. Amma yox, türkcə zaman. Türkcə çevirənlər. Bu əsər özünün axıcı və öyüd verici nəsihətamiz məzmununa görə Osmanlı və Azərbaycan ədəbi mühitində çox sevilmiş və dəfələrlə türkcəyə çevrilmişdir. Ən tanınmış mütərcimlər bunlardır. Kimlərdir? Müstəfa İbn Xəlili. Kimdir bu adamın adı? Mütərcim Şeyx Muhammed Əl-Məruf Biqazizadə. Başqa bir o bu əsəri Osmanlı Sultanı İldırım Bayezid və ya oğlunun dövründə türkcəyə çevirmişdir. Bu tərcümə qədim Anadolu türkcəsinin önəmli nümunələrindən sayılır. Bağlızadə, Bağlı oğlu. Başqa bir tanınmış türkcə tərcümədə Bağlızadəyə mənsubdur. Dərviş Həsən, o da bu əsəri sadə bir dillə türkcəyə qazandırıbdır. Naməlum mütərcimlər, bunu dedi, amma Osmanlı dövründə bu kitabın bir neçə köhnə və ana dili ilə yazılmış nüsxələri var ki, mütərcimləri dəqiq bəlli deyil. Kitabın quruluşu. Bu kitab 22 bölümdən ibarətdir. Hər bölümün bir ədəddən bəhs edər. Məsələn, birinci bab 1. Sayısına aid hikmətlər tək olan Tanrı haqda. İkinci bab 2 sayısı ilə bağlı nəsihətlər, ana, ata və ya dünya, axirət. Amma deyək ki, bu adam, yəni bu kitabı Şeyx Muhammed Əl-Mərufi Biqazizadə türkcəyə çevirmiş. Sizin bu haqda bilginiz varmı? Görək. Bəli, tamamilə doğrudur. Siz önəmli və dəqiq bir nöqtəyə işarə etdiniz. Şeyx Muhammed ibn Qutbuddin İznik olacaqdır. İzniki ölüm tarixi təxminən 885-ci Hicri miladi illə 480-ə düşür. Ədəbiyyat və din tarixində daha çox Qazizadə ləqəbi ilə tanınır. Pəs bunun əsli adı da Şeyx Muhammed ibn Qutbuddin İznikidir.
Qazizadə kimdir? Qazizadə. Bunun adını doğruya gəşim. Şeyx Məhəmməd İbni Qutbuddin Əzniki. Bilmirəm niyə bunları farsça yazır. Yəni ölüm tarixi 800 Allah Allah. Bunun adamın ölüm tarixi 885 Hicri qəməri. Yəni bu adam bu tarixdə bu kitabı çeviribdi. Neçədə? İndi bu çevirmə tarixinə baxaq. 1447-ci ildə indi biz yaşayırıq. Bundan çıxsaq 885 kitab 562 il bundan qabaq bu adam ölübdür. İndi bundan neçə il qabaq bunu tərcümə eləyibdi? 600 illərə bəlkə yetişər bu kitabın tərcüməsi. Tamam. Bu da bir şeydir ki, bu haqda bildik ki, kitabın adı Yevmul Məad deyək hələ. Ad Yevmul Məad mütərcim Şeyx Muhammed İbni Qutbuddin Əzniki. Fot 885 Hicri qəməri, yəni 562 il öncə. Tamam. Bu kitab dedim ehtimalən 600 ilə yaxın bu kitabın bu tərcümənin ömrü var. Bu tərcümə indi hangi nüsxəsidir o bilmirik. Yəni ola bilər ki 10-cu, 20-ci, 30-cu nüsxə ola, çox sonralar yazılmış ola. Onu orada bildik. İndi amma gedək görək ki, kitab özü nə deyir? Bismillahirrahmanirrahim və bihi nəstəyin. Elhamdülillahi fi kulli hin və uqad. Ögülmək, önləmək ehtimalən Allah Teala üçündür. Buna bir ayrı bir şey deyirik. Ben bunu oxuya bilmirəm. Övünmək. Türkçəsi övünməkdir. Yazıbdır ökləmək. Bu olar, çığı burada nun oxusaq olar övünləmək. Övünləmək. Yəni mən bir ara adamı farsça dilində mənə sitayiş. Onu övünmək deyirik. Övünləmək, yəni bir ayrı adamı. Övünmək, məsələn, mən özümü övünürəm, məsələn, şey edirəm, başımı yekəldirəm, beləsi bir şey, amma övünləmək Allah Teala üçündür, ancaq. O, elhamdülillah, fi kullihin və uqatı tərcümə edir, ha? Övünləmək Allah Teala üçündür, ancaq dənli zamanda, fərqli zaman, fərqli zamanda və vaxtilərdə ancaq dənli müxtəlif, cürbəcür, dənli gedib çığla yazılır, dəkli dənli zamanda və vaxtilərdə. Vəssalatu vəssalamu əla rəsulihi əşrəfül xalqi vəl-bəriyyat. Dəxi Allah tərcümə edir şimdi. Dəxi Allah Teala'dan rəhmət və səlamət anun rəsili üzərədir ki, ol rəsul cümlə-i məxluqatun ziyadə şərifi və ulusudur. Ulu, böyücü, əzəm anlamında. Ərəbcə, hazihi mütəbbəhat ya mütəbbəhat ələl istidad liyevmil məad. Kitabın adını deyir. Şu kitab içində yazılan sözlər qəflət uykusundan oyundurucu və ahirətə hazırlanmaq üzərə qənd vericidir. Qənd sözü burada birinci dəfə görürük ki, qənd vericidir. Bunu mən yazdım, burada bizə
desin ki, qənd verici nə anlama gələr? Kifayət nəzərimə gəlir. Qənd vericidir. Sizin işarə etdiyiniz o cümlə qənd vericidir. Qədim təbabət və ya təsəvvüf dilində bir neçə məna verilə bilir. Amma klassik mətnlərdə və vəqfinamələrdə bu ibarətin iki əsas ehtimalı var. Mənəvi və kəlami şirin söz. Əgər bu söz Mə'dən-i Cəvahir kitabının vəsfində gəlibsə, mənzur onun nəsihətlərinin şirin və faydalı olmasıdır. Bu deyil. Maddə və tip bu deyil. Bunu bilmədi. Bunu gərək deyək ki, və axirətə hazırlanmaq üzrə qənd vericilidir. Və axirətə aydad haradaydı? Və axirətə hazırlanmaq və axirətə hazırlanmaq üzrə qənd vericidir diye yazılmış ve Ərəbcəni Türkçəyə çevirmişdir. Bu cümlə ilə sizin gözəl bir nüşkəni aydınlatdınız. Sizin oxuduğunuz mətnidə o kəlmə böyük ehtimalla pənd verici, nəsihət verən sözdür ki, qədim yazılarda P hərfinin 3 nöqtəsi Q kimi görünə bilir. Və ya katib səhvi ilə elə yazıla bilir. Tamam. Qədim nüsxələrdə belə yazılmış ola bilər deyil pəs. Qənd vericiliyi, həman pənd sözü kimi deyir şey işlənir. Sənnəfəhə səfiyyən, kitabın adını bəs burada demişdi əlbəttə. Mütənnəbəhatül ələ istidadil yevmil qiyamə. Tamam, beləsi, hər halda. Sənnəfəhə səfiyyün nəsəhi vəl vidad. Ol sözləri bir yerə düşürmək anlamında. İndi sənnəfəhə səfiyyün nəsəhi vəl vidad. O sözləri bir yerdə düşürdü, topladı. Düşürdü, nasəhə xeyr dilməsi. Nasə xeyr diləməsi və sükusi safi və xalis olan. Sükusi nə deməkdir? Bu da bir ayrı məsələdir. Sükusi nə deməkdir? Sükusi. Su, ehtimalən şu, sizin oxuduğunuz o köhnə mətnində sükusi ya da sükisi kəlməsi böyük ehtimalla qədim türkcədəki sügüsü və ya onun kökündən gələn bir istilahdır. Bu kəlmə köhnə ədəbi və dini mətnlərdə, xüsusən Mə'dən-i Cəvahir kimi əxlaq kitablarında iki məna daşıyır. Söz, kəlam və nütq. Ən güclü ehtimal budur ki, qədim türkcə sög, kökü söz demək və ya danışmaq mənalarında yaxındır. Sög, söz anlamına. Cümlədə böyük ehtimalla onun sözü və ya onun nütqü mənasında işlənibdir. Bu kitabın sözü sügüsi, pənd vericidir. Sügüsi, calibdir. Bunu da öyrəndim. Bax, bu kitabdan buracan çox gözəl yəni türkçə tərcümə edilibdir. Pəs beləsi, ol sözləri bir yerə düşürdü, nasə xeyir diləməsi və sügüsi safi və xalis olan.
Əş-Şeyx Zeynul Quzat rəhmətullah Teala ol ulu alim qazilərin zinidir. Allah Teala ana rəhmət eyləsin. Fə innə minha ma yekunu müsənna və selasə ilə tamamül əşrə. Pəs təhqiq ol sözlərdən bəzi ikişər və bəzi üçər olur. Onun tamamına varınca birər, yəni bir dənə. Yəni hər şey ki bir dənədir, beləsi deyək. Birlər. Övgünmək, bəli. Çox sağ olun. Sizin maşallah, əcəb türk dilində dərin şeyiniz var. Ərəbcədə də savadınız var. Maşallah. O şeylər ki 2 danadır. Cütlər. Biz indi bunu desək birlər, cütlər, üçlər, beşlər, onlar, yüzlər. Beləsi. Əşərət. Pəs təhqiq ol sözlərdən bəzi ikişər və bəzi üçər olur. Anın tamamına varınca. فَأَمَّا مَا يَكُونُ müsənna فَإِنَّهُ مَا رُوِيَ النبی sallallahu teala aleyhi ve sellem. Pəs ikişər olan təhqiq şul sözdür ki, Həzrəti Peyğəmbərdən sallallahu teala aleyhi ve sellem rivayet olundu ki, nə oldu? İnnehu qala xisletani la şeyə əfzələ minhuma el-iman billahi və nəf'ü lil-müslimin. Diqqət buyurun, Peyğəmbərin bu hədisini biz əslən bilmirik. Peyğəmbər deyib ki, və xisletani hara getdik, oxuduq buranı. Və xisletani la şeyə əxbəsu minhuma əşşirkü billahi vəl-izrari bir müslimin. Allah. Tərcüməyə bax. Yəni, 2 xuy var ki, onlardan iyi xuy yoxdur. Biri Allah Teala iman gətirmək və biri müsəlmanlara fayda yetişdirmək. Peyğəmbərin hədisinin davamı. Və 2 xuy var ki, onlardan yaramaz xuy yoxdur. Yaramaz, faydasız. Yaramaz, hətta zərərli. Və 2 xuy var ki, onlardan yaramaz xuy yoxdur. Biri Allah Teala'ya şirk gətirmək və biri müsəlmanlara zərər yetişdirmək. Bilinsin ki, müsəlmanlara nəf'i imanə müqarin və zərəri küfrə müqarin. Ökmədən ya əkmədən belə bir şey, nəf'ə kəmal ənmədən. Məqarin, indi bir də oxusaq. Hardan oxuduq? Bilinsin ki, müsəlmanlara nəf'i imanə müqarin və zərəri küfrə müqarin anmədən nəf'ə kəmali mədhü qandırmaq aman olacaq, qəndirmək və zərərə tamam zəmmü saxındırmaq vardır. Ona görə nəf'ə rəğbət və zərərdən nifrət gərək. Əcəb şeydir, hədisdir, wow. Və ən Resulullah, yenə də ərəbcə, və ən Resulullah sallallahu teala aleyhi və səlləm ənəhu qalə aleykum bil muhasibəti li uləmai vəl istimai kəlamil hükkami fə innəllaha teala yuhyül qəlbəl meyyiti benuril hikməti kəma yuhyül ərzə əl-meytitə bimail mətəri. Həzrəti Məhəmməddə əcib sözdür bu da. Yenə deyir ki, və dəxi rifayət olundu Həzrəti Peyğəmbərdən sallallahu teala aleyhi və səlləm ki, buyururlar, siz mülazimət eyləyin, ya Rəhman, eyləyin ki, oxunar, üləma ilə. Mülazimət yəni onlara yaxın olun, onların yanında olun. O üləma mollalar deyir ha, biz indi bunu deyəndə bu kəlmə gedib təxəssüsü olub mollalara deyir. Üləma alim insanlara. Üləma ilə oturmağa və pək bilicilərin sözünü dinləməklə. Pək bu günlərdə Türkiyədə işlənir, pəki deyirlər, yəni
ya bəli, mütləq, hətmən. Pək bilicilərin sözünü dinləməyə, zira təhqiq Allah Teala ölmüş qəlbləri diri ilər faydalı elm nuru ilə. Zira təhqiq Allah Teala ölmüş qəlbləri diri eylər faydalı elm nuru ilə. Nətəkim ölmüş biri diri olar, ölmüş yeri diri eylər yağmur suyu ilə. Və ən Əbi Bəkr rəziyallahu teala anhu mən dəxələl qəbrə bila zadin fəkəənnəma dəxələl bəhrə bila səfinə. Həzrəti və dəxi rivayət olundu Həzrəti Əbu Bəkirdən Allah Teala ondan razı olsun buyurur ki, bir kimsənə məqbəriyə girsə, qəbrə məqbəriyə girsə, azqısız dənizə girmiş kimidir. Azqısız, bu azqısız birinci dəfə, cəmi. Çünki üstə mən bunu bildim dedi ki, bila səfinə, səfinə cəmi. İndi bunu türkçəsi nə mənədir? Azqısız dənizə girmiş gibidir. Bunu yazıq, burada bir kəlmə öyrəşdik. Reze ilə yazır, azq. Azq, cəmi. Kəşti. Azq, pəs cəmi, səfinə yerinə azq işlənirmiş o zaman. Neçə il bundan qabaq dedik, kitabı yazıbdı, bu adam ölübdü. 562 il bundan qabaq bu adam bu kitabı tərcümə eləyən ölübdü. O zaman türküdə belə bir kəlmələr işlədibdi ki, biz az görmüşük ya da görməmişik. Mən görməmişəm. Məsələn, mən türk dilində çox savadsızam. Əbu Bəkr nə dedi? Buyurdu ki, dəxi rivayət olundu Həzrəti Ömər Əbu Bəkrdən Allah Teala ondan razı olsun buyurur ki, bir kimsənə məqbərəyə girsə, azqısız dənizə girmiş gibidir. Cəmisiz, azıqsız, azıq ruzi, rizq, azıqsız, ehtimalən o anlamdadır. Fəkəənnəmə dəxələl bəhrə səfinə. Bilazadin, o zad, bilazad o azıqsız, gəmi deyilmiş, mən iştibah düşmüşəm. Dostumuz nə deyir? Öytürmək, pəndü nəsiyyət vermək, düzdür. Azıq rızırq, düzdür. Yox, zorək deyil, mən iştibah düşünmüşəm. Rızqı sözüymüş. Deyir ki, azıqsız dənizə girmiş gibidir gəmisiz. Gəmi sözünü gətiribdir. Gəmini ayrı yazıb, sizə ayrı yazıbdır. Gəminin keşidəsini də yazıb üstündə. Gəminin altında da iyi qoyubdur, calibdir. Burası, yəni bu söz taza olduğu üçün ayrı bir şeyə bənzəməsin deyə onu qoyubdur. Azıq odur, gəmi də gəmidir, tamam. Azıq elə rızq yerinə işlənibdir. Və ən Ömər rəziyallahu teala anhu əni dünya bil mali və izzətül axirəti bil... Yox, iştibah oxumuşum, ən deyil, izzət imiş. Və ən Ömər rəziyallahu teala anhu izzüd dünya bil mali və izzül axirəti bil əmal. Və dəxi rivayət olundu Həzrəti Ömərdən Allah Teala ondan razı olsun. Buyurur, dünya izzəti mali ilədir və axirət izzəti iyi işlər ilədir. İyi, yaxçı işlər ilədən. Və ən Osman rəziyallahu teala anhu izzüd dünya yəfna və izzül axirəti yəbqa. Həmmid dünya zülmətün fil qəlbi və həmmül axirət nurun fil qəlbi. Dəxi rivayət olunur Həzrəti Osmanidən Allah Teala ondan razı olsun. Buyurur, dünya izzəti dökünür. Əlbəttə, mənisini əgər mən özüm düz oxusaydım, belə oxumuşdum. İzzüd dünya yəfna, öldürər, fənaya aparar. Və izzül axirəti yəbqa. Axirət izqi də saxlar, baqi saxlar. İndi burada görək nə yazır? Deyir ki, dəxi rivayətdir Həzrəti olunur Həzrəti Osmanidən Allah Teala ondan razı olsun buyurur. Dünya izzəti
döktürür və axirət izzəti dökütməz. Döktür nə deməkdir burada? Tökməkdən gəlir elə bir. Tökmək, döktür, yəni tökür. Məsələn, ağacdan meyvələr tökülür. Odur. Buyurur, dünya izzəti döktür, dökütür və axirət izzəti dökütməz. Dünya qəmi olur, dünya qəmi ulu və çox qaranlıqdır. Nını K ilə yazıbdır, üstünə 3 dənə nöqtə qoyubdur. Qaranlıqdır və axirət qüssəsi ulu idi. Ulu edənlikdir. Ulu aydınlıqdır. Ulu aydınlıqdır. Şimdi bu ulu və aydınlığın üstünə səslərin qoyubdur. Ulu aydınlıqdır qəlbidə. Və ən Ali raziyallahu ta'ala anhu men kana fi talabil ilmi kanatil cenneti fi talabihi və men kana fi talabil ma'siyeti kanatin nari fi talabihi. Dəxi rivayət olundu Həzrəti Əlidən Allah Teala ondan razı olsun buyurur, bir kimsə ki elmi tələbində oldu, cənnət onun tələbində olur. Və bir kimsə ki, bəli, azıq düzdür, azıq rızq. Və bir kimsə ki elmi tələbində oldu, cənnət onun tələbində olur. Və bir kimsə ki məsiyyət və günah tələbində oldu, cəhənnəm odu onun tələbində olur. Çox gözəl bir Həzrəti Əli söz deyibdir. Allahu Əkbər. İstir hədislərlə insanları təhris eləsin, hərisləndirsin ki, elm oxusunlar. Bizim tərsəmizə ki, mollalar indi bizə deyirlər ki, elm oxumayın. Deyiblər, yəni keçən neçə yüzlərlə, özəlliklə keçən 250 ildə bizə bunu deyiblər. Ki, də elm oxumayın. Elm oxusaz kafir olarsınız, filan olarsınız. Və ən Yəhyə ibn Məad rəhmətullah Teala ma əsallahu kərimun və ma asirəd dünya aləl-axirəti həkimun. Dəxi rivayət olunur Yəhyə ibn Məaddən Allah Teala ona rəhmət eyləsin buyurur. Heç bir kərəm sahibi Allah Teala asi olmamışdır və heç bir hikmət sahibi dünyayı axirət üzərə ixtiyar etməmişdir. Və anil A'məş rəhmətullah Teala ənəhu qalə mən kana rə'su malihi ət-təqva kəllətil əlsünü ən vəsfi ribh dinihi və mən kana rə'su malihi hübbü dünya kəllətil əlsünü ən vəsfi xusran dinihi. Bu da çox cəlib hədisdir. Dəxi rivayət olundu A'məşdən Allah Teala ona rəhmət eyləsin buyurur, bir kimsənin əsl mali Allah Teala'dan qorqub məsiyyətlərdən sağınmaq olsa, dillər insan dilləri, əlsün cəmi lisandır, dillər yorulur anın dininin faidəsini bəyan etməkdən. Dillər yorulur anın dininin faidəsini bəyan etməkdən və bir kimsənin əsli mali dünya sükusi olsa, sükus nə oldu? Bunu yazmadıq orada amma dedik ki, sözü dedi ki, sügüs olacaqdı. Bir də gelin baxım. Görüm ki, sügüs dedi ki, sügüsü qədim türkçədə kökü söz demək və ya danışmaq mənalarında. Bəli, həman sögüsü burada buna görə ki, dilləri bir də deməsin, deyir ki, bir də oxuyayım bunu. Çünki sögüsü kəlməsini işlətdi, çox cəlibdir. Deyir ki, bir kimsənin əsli mali Allah-u Teala'dan qorqub məsiyyətlərdən sağınmaq olsa, dillər yorulur anın dininin faidəsini bəyan etməkdən
və bir kimsənin əsli mali dünya sücüsü olsa, sücüsü genə də dili, söz olsa, dillər yorulur anın dininin zəbanini, ziyanını bəyan etməkdən. Və ən Süfyan əs-Suri rəhmətullah teala küllü məsiyyətin minəş-şəhəvati fəinnəhu yərciğufranəha kullu məsiyyətin minəl-kübəri fəinnəhu la yərciğufranəha illa məsiyyətə iblisi kanət əsləhə minəl-kübəri və zillətə Adəm əleyhissalam kanət əsləhə minəş-şəhvət. Dəxi rivayət olundu Süfyan Suridən. Bu Süfyan hangi Süfyandır bilmirəm. Allah-u Teala ona rəhmət eyləsin buyurur, hər məsiyyət ki nəfsün qəti süb diləməsindən, hər məsiyyət ki nəfsün qəti süb diləməsindən olmuşdur, təhqiq onun yırğılanması umulur. Yırğılanmaq, toyuğun şeyinə deyirlər, yırğılanmaq belə eləməsinə deyirlər, yırğılanmaq. İndi əcəba bu söz oradan gəlir. Mən biraz da çətin olduğu üçün gözüm gedəndə sevgisi də ola bilər, düzdür. O da burada sevgi mənasını verir, düzdür. İkinci yerdə sevgi mənasını verə bilir, doğrudur. Amma bu yırğılanmağı mənə indi gəlin köməklik edin, bunun cümləni düz oxuyaq. Təhqiq anın yırğılanması umulur və hər məsiyyət ki kişi kəndiyi görüb, ulu görür, kəndiyi ulu görüb və qeyriyi xorləməkdən olmuşdur, anın yırğılanması yırılğanması umulmaz. Zira şeytanın məsiyyətinin əsli ulunmədən oldu. Pəs yırılğanmədi. Və Həzrəti Adəm əleyhissalatu vesselam yəlləməsi şəhvətdən oldu. Pəs yırılğandı. Görək, mən bunu anlamadım. Görək ki, bunu tapa bilirik ki, bu nə deməkdir? Xorləməkdən bu xorlamaq, həmən xar görmək. Xor. Təhqiq anın yırılğanması təhqiq anın yırılğanması nə mənəydi? Təhqiq anın yırılğanması haradaydı bu? Təhqiq anın yırılması ummaq intizar çəkməkdir. Umulur, o anlamdadır bu. Umulur. Acaba belə yazmışdı, yoxsa mən əlif yazdım. Umulur. Və hər məsiyyət ki kişi kəndiyi ulu görüb və qeyriyi xorləməkdən olmuşdur, anın yırılğanması umulmaz. Zira şeytanın məsiyyətinin əsli ululənmədən oldu. Pəs yırılğanmədi. Tamam, görək ki, bunu gəlməyə çalışacaq ki,
Görək buna nə deyir. Yırılğanması. Sizin yazdığınız bu ibarət qədim dini hüquqi mətnlərin və dua qurumlarının klasik bir nümunəsidir. Buradakı kəlmələri təhər etsək mənası tam aydınlaşar. Kəlmələrin açıqlaması, təhqiq. Burada dəqiq olaraq, şübhəsiz və həqiqətən mənasındadır. Anın kimi oxunur, anın kimi oxunur, onun mənasını verir. Yəni, o kitabı oxuyanın və ya o vəqfi edənin. Yarğılənməsi, yarlıqanması, düzdür, beləsi yazıqdır. Yarlıqanması, əlbəttə, bu kəlmə qədim türkcənin ən gözəl sözlərindən biridir. Yarılğamaq, yəni bağışlanmaq. Allah Allah, Tanrının rəhmətinə qovuşmaq və əfv olunmaq, yarğılamaq, yarlıqamaq. Mən bunu yazım. Yarlıqamaq. Bağışlanmaq. Tanrının rəhmətinə qovuşmaq və əfv olunmaq. Tamam. Gözəl. Bunu yarğılanmaq, yarlıqanmaq. Çox gözəl türkdür, yəni məhbəslərlə tanış oluruq. Bura keçsibdir. Tamam. Amma görün, mən istəyirəm ki, keçəm bu kitabın bir ayrı bölümlərindən də oxuyam. Onun üçün kitabın hər 20 səhifəsindən bir səhifə oxuyayım. İndi bura 24-cü səhifədir. Buradan biraz oxuyaq. Ərəbcə olan yerdən başlayaq ki, eləyə bilək kəlməni düz oxuyaq. Buyurur, 4 nəsnənin təmami 4 nəsnə ilədir. Səlatidə olan əksəklənlər, bu çox böyük kəlmədir. Əksəkliklərin təmami. Əksəkliklərin təmami. Təmami 2 səhvi səcdələri ilədir və sövmün təmami sədəqi fitr ilədir və həccün nüqsanının təmami fidyə ilə. Çünki ərəbcəsində oxumamışdıq, buranda gəldik, amma bu kəlmə çox yekə idi. Əksikliklərin oxuyacaq. Əksikliklərin çox zalib kəlmədir, biraz da ağırdır. Dil də işlətmədiyimiz üçün adət eləməyibdir. Xarləmək, bəli, xorləmək, xarləmək, düzdür, sağ olun. Və imanın və həccin nüqsanının təmami fidyə ilədir və imanın təmami cəhad ilədir ki, cəhad əkbər nəfs ilə olan cəhadüdür, əsğər küffar ilə olandır. Qalə Abdullah ibn-i Mübarək, mən səlla kullə yevmin isna əşərə fəqəd ədda haqqəs salati və mən samə kullu şəhri səlasətə əyyamin fəqəd ədyə haqqəs siyami və mən qərə kullə yevmin məətə ayətin fəqəd ədda haqqəl Qur'ani. Əlbəttə, burada indi bir dana bir şey deyibdir, bunu tərcüməsini oxuyayım, sonra onu mən tarixdən zehnimə gəldi deyim. Və mən təsəddəqə fi kulli cümətin bedirhəmin fəqəd ədda haqqəs sədəqəti. Bir kimsənə, türkçəsi buradan başlayır. Bir kimsənə 12 rəkət qoşluq nəmazı qılsa, nə deməkdir qoşluq bilmirəm. Ol kişi nafilə səlatindən layiq olanı evdədir, ödədi. Və bir kimsənə hər ayın 13 və 14 və 15-ci günlərini, bunu deyəcəm, bunu burada yazdı. Orada hədisdə bu yox idi. Bu adam özü yazdı. Buna əyyamül beyzi deyirlər ərəbcədə. Və bir kimsə
hər ayın 13-ü və 14 və 15-ci günlərini oruc tutsa, o kimsə nafilə oruc haqqını ödədi və bir kimsə hər gün 100 ayət Qur'an oxusa, o kimsə Qur'an haqqını ödədi və bir kimsə hər cümə gün bir dirhəm sədaqə etsə, o kimsə sədaqə haqqını ödədi. Tamam. İndi burada gəlirəm o 3 dənəni ki, bu adam mütərcim yazdı, dedi, çox gözəl gətirdi. Həzrəti Peyğəmbər İslam dediyimiz bir şey ki, Qur'anda var. Bu zaman içində yazılıb Qur'anda, gəlibdi. Həzrəti Məhəmməd bunları zaman içində dəyişdirib. Həzrəti Məhəmməd bunları Allah da desə, toplumdan alıbdı. O şey ki, toplumda var, onu dəyişdiribdi. Allahınki eləyibdi. Beləsi görünür. Yəni Allah o toplumda olanlara bir Həzrəti Məhəmməd deyib ki, bunu belə elə. Nə edib? Məsələn, onlardan biri orucdur. Ərəblər qədim zamanlardan, tamam ərəblər yox, bəzi ərəblər, Ərəbistanda ya o birisi yerlərdə, ilin 3 gününə, hər ayın 3 günə əyyamul bəyz deyərlər. Yəni nə mənə? Yəni ay kamil olan gecələr, günlər. Ay o 3 gündə 13-ü, 14-ü, 15-i, hər ayın 13-ü, 14-ü, 15-i əyyamul bəyz idi. Bəzi ərəblər, bəzi tayfalar bu 3 günü oruç tutardılar. İlin hər ayında bu 3 günü oruç tutardılar. Onun üçün buna əyyamul bəyz deyərdilər. Bu əyyamul bəyz Həzrəti Məhəmməd bunları topladı. Əvvəlcə ki 36 gün ildə oruç tutarlar, elədi 30 gün. Bir yerə topladı. Adına dedilər Ramazan. Yəni Ramazan ayında, Ramazan ayı var idi qabaqcan. Həzrəti Məhəmməd Ramazan ayının özündən gətirmədi ki. Bu elə ərəblər bunu neçə illər bunu yaratmışdılar. Elə adları, günün adı var idi. Oruç da tuturdular. Həzrəti Məhəmməd bu orucluğu ayın 13-ündən aldı. Düşüncəni oradan aldı. Allahın əmri ilə bəlkə də özünün düşüncəsini. Və ha zaman oruç gəldi? Oruç hicrətdən 2 il sonra gəlibdi. Yəni Həzrəti Məhəmməd 12 il Mədinədə qalıbdı, 2 il də Məkkədə 14 il. Ondan sonra deyib, oruç var. Amma o günəcən bəzi ərəblər, bəlkə də Həzrəti Məhəmməd özü də, ayın 13-ünü, 14-ünü, 15-ini oruç tuturmuşlar. Buna deyirik, Həzrəti Məhəmməd toplumdan, yəni şeydən bir şeyi alır, çevirir buna. İndi İslamda bu yoxdur. Bu sünnətdə var. Sünnətdə var. Yəni o toplumun sünnətində var. Bu adam İslamçı deyil əslində, bu hədisi deyən, ərəbcə deyən. Kim idi adı? Abdullah ibn Mübarək. Hə? Bəli. O adam tarixçidir. İstir o sünnətləri saxlasın. Həzrəti Məhəmmədin sünnətinin tərsinə. Onu bir hədis düzəldibdir. Bəllidir bu hədis məncə yalandır. Çünki Həzrəti Məhəmməd oruçluğu gətirəndən sonra da onu qəbul eləmirdi əslində. Hər halda buradan da bir səhifə oxuduq. Türkcəsini də oxuduq. Bir dənə də oxusaq, yox, gedək 40-cı səhifəyə. 38, 39, 40. Burada da qeydək daldan görək. Fəqalə xatəmül əsəm rəhmətullah li iclətin minəşşeytani illə fi xəmsəti məvazə fəinnəhə min sünnəti Rasulullah sallallahu teala aleyhi və səlləm it'amüz zəyfi izə nəzələ və təchizül məyyiti izə matə və təzvicül bəkri izə ədrəkət və qəzaü deyni izə vəcəbə və tövbə minəzzənbi izə əfrətə. Buyurur, əcələ-i şeytandandır. İlla 5 yerdə dəcül. Əcələ şeytandandır. İlla 5 yerdə dəcül. Zira anda
sünnətdir. Zira anda sünnətdir. Biri qonağa indici zaman Hz. Muhammed ne deyibdi? İndici zaman gibini yemək getirməkdir. Var. Getirmək. Və ölüyü tədsiz və təkvin etməkdə və qızı yetişdici gibi ərə verməkdə və borcu ödəməkdə və günah vaqı olduğu gibi tövbə etməkdə. Deyir, bunlarda əcələ lazımdır. Çox cəlib idi. Mən bunu sevdim. Deyir ki, qəza buyurur, əcələ şeytandandır. İlla 5 yerdə əcələ eləmək lazımdır. 5 yerdə dəcül, yəni şeytandan deyil. Zira anda sünnətdir. Biri qonağa indici kimi, yəni evə gələn kimi yemək gətirmək və ölüyü tədsiz və təkvir etmək və qızı yetişdici kimi ərə vermək və borcu ödəməkdə və günah vaqi olduğu gibi tövbə etməkdə. Və qalə bəzun şəqə iblis lənətullah bi xəmsəs xisal ləm yəqrəu bizzənbi və ləm yəndəmü əleyhi və ləm yələmü nəfsəhu və ləm yəzəmü ələ tövbəti və qənətə min rəhmətullah və qənətə min rəhmətullah taala və səədə Adəmə əleyhissalam bi xəmsə xisalin əgərrə ələ nəfsihi bizzənbi və nədəmə عليه ولام نفسه و أسرع على التوبة ولم يقنط من رحمت الله تعالی. Buyurur, iblis şəqi oldu 5 xuy səbəbilə. Biri bu ki, günaha iqrar etmədi və günahı üzərə pəşiman olmadı və nəfsini lom etmədi. Lom yəni danlamaq. Nəfsini danlamadı. Yargılamaq. Əfv eləmək, bəli, o cürdür, yargılamaq. Əlbəttə, indi yargılamaq Türkiyədə şey anlamındadır, mühakimə anlamındadır. Amma mənə cəlib idi, bunu mən qədim sözü eşitməmişdim. Mən türkçə oxumamışam çaxı, yəni bədbəxtçilik budur. Deyir ki, bir də qeydək bunu, buyurur, iblis şəqi oldu 5 xuy səbəbilə. Biri bu ki, günahına iqrar etmədi və günahı üzərə pəşiman olmadı və nəfsi lom etmədi və tövbə üzərə əzm qəsd etmədi və Allah Teala'nın rəhmətindən ümidini dalzığınandı, ümidini kəsdi və Həzrət Adəm əleyhissalam səid oldu 5 nəsnə ilə. Biri bu ki, nəfsi üzərə günah ilə iqrar eylədi və pəşiman oldu və nəfsini lom etdi və tövbəyə sürət etdi və rəhmət Allah'dan ümidini kəsmədi və ən şəqiq və tamam, buradan da bu yüzə geçir yenə ərəbcə bir ayrı hədisə, bunu da gedək 60-cı səhifəyə 60. Burada da bir uzun hədis var imiş, o hədisin ərəbcəsini oxumuram. Elə türkçəsini oxuyayım. Buyururlar, 10 kimsə bu ümmətdə küffardır və müminlər sanırlar biri nahaq yerə adam öldürücü və sahir və dəyyus və zəkat verməyici və şərab içici və həccə getmə gücü yetib həcc etməyici və fitnələrə səy eləyici və əhli hərbə yaraq satıcı və övrətini döbründən cima eyləyici və kəndüyə nikahi haram olan xatunla cima eyləyici və bəhiməyə, yəni 4 ayaqlı heyvana cima edici əgər istihlal edərsə. Tamam, buradan bizi geçir hədisə. Burada da dedi ki 10 dana belə bir şey. Gedək 60 o 3-cü kitabı bilmirəm indi. Tamam, bu kitabı burada qutarırıq. Yəni bayaq oxumuşduq, amma biraz bu kitabın son şeyini oxuyayım. Son türkçəsini oxuyayım. Rivayet olunduğu bazı hükemadan buyururlar. Ben 10 nesne 10 yerde istedim. Ama istedicim 10 yerin gayri 10 yerde buldum.
Yücəliyi təkəbbürlükdə istədim, amma təvazödə buldum. Allah Allah. Yücəliyi təkəbbürdə istədim, amma təvazödə buldum. Və ibadəti çox namaz qılmada istədim, amma vərəədə buldum. Oh, diqqət buyurun, bu da cəlibdir. İbadəti çox namaz qılmada istədim, amma vərəədə buldum. Vərəə nə deməkdir? Vərə nə deməkdir? Vərə kəlməsi İslam əxlaqında və təsəvvüfdə çox dərin və yuxarı bir məqamdır. Qıssa özəti budur. Vərə təkcə haramdan qaçmaq deyil, bəlkə harama düşmək qorxusundan şübhə olan halallardan da uzaq durmaqdır. Sizin oxuduğunuz Kitab-ı Mə'dən-il Cəvahir və ya Vəqf-i-namədə bu kəlmənin gəlməsi o şəxsin və ya o nəsihətlərin yuxarı mənəvi səviyyəsini göstərir. Amiyanə vərə, haramdan qaçmaq ən aşağı mərhələdir. Yəni insan elə bir təqvaya sahib olsun ki, qətən harama vurmasın. Salihlərin vərəyi, şübhədən qaçmaq. İnsan özünü haramdan qoruduğu kimi, o şeylərdən ki, halal ya haram olduğu bəlli deyil müşəbbəhat, onlardan da çəkinir. Hədisdə gəlir ki, kim şübhələrdən qaçsa, dinini və abrusunu qorumuş olar. Siddiqlərin vərəyi, lazımsız həlaldan qaçmaq. İnsan hətta faydasız və artıq halallardan da, məsələn, çox danışmaq, çox yemək, dünya malına çox bağlanmaq, sirfən Tanrı ilə arasında hisar olmasın deyə vazgeçər. Çox cəlib bir söz. Bilmirdim. Mən vərəyi bu anlamda bilmirdim. Ayrı anlamda bilirdim. İranda ayrı anlamda öyrənmişdim yəni. Mən indi türk baxışı ilə şeyə baxıram. Kəlmələrə. İslamı türk baxışı ilə anlamağa çalışıram. Namaz qılmaqda istədim. Dedi nə mənə? İbadəti çox namaz qılmaqda istədim, amma vərədə buldum. Və rahəti hırsıda istədim, amma zöhdüdə buldum. Səfai qəlbi gündüz aşkara namaz qılmada istədim, amma gecə gizli namaz qılmada buldum. Və nur qiyaməti cömərdlikdə istədim. Nuri qiyaməti cömərlikdə istədim, amma orucda buldum. Və sirat üzərə tez geçməyi tərki büxlüdə və zəkatdə istədim. Amma nafilə-i sədəqədə buldum. Və naridən qurtulmağı münacatidə istədim, amma tərki şəhəvatidə buldum. Və hübbüllahi mücərrəd dinidə istədim, amma çox zikrullahdə buldum. Və dünyada afiyəti nasi cəm olacaq yerlərdə istədim, amma nas cəm olacaq yerlərdə istədim, amma üzlətdə buldum. Və nuri qəlbi öğütlər dinləməkdə və Qur'an oxumaqda istədim, amma Qur'an'da təfəkkür etmədə və xof Allah'dan ağlamədə buldum. Amma Qur'an'ı təfəkkür etmədə və xof Allah'dan ağlamədə buldum. Allah-u Teala səvabi bək bulur və cümlənin rücui anadır. Münəbbəhat tamam oldu. Kitabın adı Münəbbəhat idi. Əvvəldə demişdi. Tamam oldu. Allah Teala'nın tövfiqi ilə və Allah Teala salavat etsin Resul Həzreti Muhammed üzərə və onun ali və əshabı üzərə cümləsinə təmmə. İkinci kitaba gedək. Görək bundan da
hərəsindən bir səfə, əvvəldən biraz oxuyacağam, 2 səfə bəlkə oxudum, sonra gedəcəyəm hər 20 səhifədən bir dənə. Bismillahirrahmanirrahim. İbtida eylərəm Tənri Təalanın ismi şərifi ilə Ancilin Tənri. Ancilin Tənri nə demək olar? Ancilin Tənridir ki, dünyada və axirətdə mübaliğə ilə rəhmət edicidir. Yəni əsirgəcidir. Əsirgəcidir. Çox gözəldir bu əsirgəmək. Bu da o kəlmələrdəndir ki, türkçədə biz çox işlətmirik. Allah əsirgəsin, əsirgəmərəm, əsirgərəm. Bunları işlətmirik təəssüflə. Bunda Ancilin Tənri nə deməkdir? Ancilin Tənri. Sizin oxuduğunuz mətndəki bu kəlmə qədim türkçənin ən müqəddəs və köklü ibarətlərindən biridir. Əslində o Əncilin deyil, böyük ehtimalla İncilindir. İncilin kimi yazılıb və Tənri, Tənri, Tanrı sözü ilə birlikdə gəlir. Bu kəlmələrin mənasını belə açıqlamaq olur. Tənri burada Tanrı həman Tanrı sözüdür. Qədim əlyazmalarda, xüsusən Osmanlı və Azərbaycan türkçəsinin köhnə nüsxələrində nun hərfi kaf, 3 nöqtəli kaf, sağad nunu, adı sağad nunumuş bu, mən bilmirəm bunu. Sağad yəni 3 nöqtəli, sağad nunu ilə yazıldığı üçün siz onu təkər kimi oxuyursunuz. Bu Allah Taala deməkdir. İncilin, İncilin yazısı latincə belə yazılır, İncilin. Bu kəlmə qədim türkçədə ehtiram və iadət istilahıdır. 2 əsas mənası var. İnayəti ilə, yəni Tanrının lütfü və mübarək kəlamı ilə huzurunda, yolunda, bu ikinci mənasıdır. İncilinin ikinci mənası huzurunda, yolunda, yəni Tanrı üçün Tanrı huzurunda. Cümlənin bütünlüyü. Əgər mətnidə İncilin Tənri ya da İncilin Tənri gəlibsə, bu məmulən 2 yerdə işlənir. Dua bölümündə Tanrının lütfü və mərhəməti ilə bağışlansın. Bağışlansın anlamındadır. Kitabın başlanğıcında Tanrının adı və onun kəlamı ilə başlanırsa, siz Tanrının adı və kəlamı ilə, bu başlamaq anlamındadır. Sizin oxuduğunuz mətnin o hissəsi böyük ehtimalla belədir. İncilin Tənri inayəti ilə. Görək, yazıb ki, və axirətdə mübaliğə ilə rəhmət edici, yox, İbtida eylərəm Tənri Təalanın ismi şərifi Əncilin Təngri, bağışlayan Tanrı dür ki, o Bismillahirrahmanirrahimi məni elirmiş. Bismillahirrahmanirrahimi türkçəyə çevirir. İbtida eylərəm Tənri Təalanın ismi şərifi ilə Əncilin Təngri, bağışlayan ki, dünyada və axirətdə mübaliğə ilə rəhmət edicidir, yəni əsirgicidir, əsirgicidir. Elhamdülillah, indi bunu mənə edir. Cəmi məhamid yaxud, nə mənə? Cinsi məhamid, yəni cümləyi övünməklər yaxud cümləyi övünləməklər Tənri Təala üçündür. Bu övünmək də o kəlmədəndir ki, mən o kəlmələrdən ki, mən diqqət eləmirəm. Yəni, bunları oxumaq lazımdır. O qədər oxuyam ki, bu dilim buna adət eləyər. Bəli, münbəhat, tənbihat sözündən gəlir, düzdür. Gedir ərəbcə. Əlləzi fəzzələ bəni Adəmə bil ilmi vəl əməli ələ cəmil aləm. Əncilin Tənri. O, bağışlayan Tanrı. Əncilin sözü göz gəldi. Əncilin Tənri ki, bəni Adəmi müfəzzəl və mükərrəm ilə bağışlayın. İlmi əməl ilə cəmi aləm üzərinə
Bunda işarət vardır ki, Bəni Adəmin sairə fəziləti, elm və əməl ilə imiş. Allah Allah. Çox gözəl anlayışdır. Bunu mən eşitməmişdim, oxumamışdım. Türk düşüncəsi çox fərqliymiş. Mən bunları oxuduqca bu kitabları Türk düşüncəsi ilə dinə fərqini baxıram. Nədir? Əncilin Təngri övünmək və indi burada Əncilin Təngri ki, Bəni Adəmi müfəzzəl və müşərrəm eylədi elm və əməl ilə cəmi aləm üzərinə. Bunda işarət vardır ki, Bəni Adəmin sairə fəziləti elm və əməl ilə imiş və elm dəxi əməl ilə məən olur isə və əməl dəxi təqva ilə müzəyyən olur isə məqbul imiş. Bəzilər qətində, bəzilər yanında, bəzilər qətində aləm zül əmələ məxsus ismidir. Üzr istəyirəm. Bəzilər qətində aləm zül elmə məxsus ismidir. Aləm yazıbdır. Səslərini qoyub ona görə. Mən alim oxuyardım mən olsaydım. Amma burada yazıb aləm. Bəzilər qətində aləm zül elmə məxsus ismidir. Sahibi elm ismə aləm sözü deyirlər. Aləm. O sahibi elmə deyir, məxsus bir ismidir. Özəl bir ismidir. Aləm elm sahibi. Bir də bunu oxuyayım. Çox gözəldir. Mən bu anlamı heç vaxt şeydən eşitməmişdim. Fars dilində bir belə kitab oxumuşam. Minlərcə kitab oxumuşam, amma bu kitabdan düşünməmişəm mənaları. Gözəl. Deyir ki, bəzilərin qətində aləm zül elmə məxsus ismidir. Yəni, mələikə və ins və cinlər və bəzilər qətində amdır. Onlarda ammıdır aləm sözü. Yəni ismidir. Hər mövcud üçün ki, anlə Xaliq-i Təalanın vəhdaniyyətinə istidlal olunur, yuqalu aləmül mələkuti və aləmül insi və aləmül cinni və aləmül əflaki və aləmül nəbati ilə qeyri zalik. Vəssalatu vəssalamu vəssalatu əla Muhammedin seyyidil ərəbi vəl əcəm. O cümlə, o çox gözəl idi. Mən bunu bir də oxuyayım. Mən bunu bir də anlayayım yəni. Bəzilər qətində aləm zül ilmə məxsus ismidir. Yəni mələikə və ins və cin və insu cinni bəzilər qətində ammıdır. Aləm ammı bir şeydir, hər şeyə deyir. Yəni ismidir. Aləm ismidir. Hər mövcud üçün ki anlə Xaliq-i Təalanın vəhdətinə hər şeyə bir aləm deyərlər. Mələk olsun, insan olsun, daş olsun, torpaq olsun, gün olsun, hər nə olur olsun, ulduzlar olsun. Xaliq-i bəzilər qətində ammıdır, yəni ismidir. Hər mövcud üçün ki, anınla Xaliq-i Təalanın vəhdətinə istidlal olunur. Biz ondan Allah birdi istidlal edirik. Deyir, hər nə ki vardır da, yəni istə belə desin. Yuqalu aləmil mələkut. Bunlar hər şey ki var deyir, aləmi mələkut deyirlər. Aləmil insi, aləmil cin, aləmil əflac və aləmil nəbat ilə qeyri zalik. Və bunlardan söz. Pəs, amma aləm kimə deyilir? Deyir, o zül elmə sahib olana, o hər şeyə deyilmir. İlmi, dedi, ismi məxsusudur. Zalibdir. Mən bunu bilmirdim. Bu düşüncə birincidə. Vəssalatu vəssalamu əla seyyidil ərəbi vəl əcəm və dəxi Tənri Təalanın rəhməti, yəni təəzzimi və təkrimi Həzrəti Muhammed sallallahu teala aleyhi və səlləm üzərinə olsun. Əncəlin Muhammed, bağışlayan Muhammed. Əncəlin Muhammed ki, ərəb və əcəmin seyyididir. Kəma qalən nəbiyyü aleyhissalatu ənə seyyidu vələdi Adəmi və la fəxrəli ərəbu ismi və la fəxrəli. Ərəb ismi cinsidir və əcəm dəxi ismi cinsidir. Ərəbin qeyriyə itlaq olunur. Burada deyibdir ki, ərəbdən qeyrisinə əcəm deyilir. Burada deyibdir. Əlbəttə bir yerdə bəzi kitablarda bunların görmüşəm ki, üçün də bir-birini türk, ərəb və əcəm gətirir. Onun üçün orada ayrı gəlir. Amma bu adam deyir ki, bir ərəb var, bir də qeyri ərəb var. Deyir, qeyri ərəbə əcəm deyilir.
Amma ərəb kitablarda belə deyil. Yəni bunu mən deyim ki, burada fərqlidir. Bu adam burada fərqli məna eləyibdir. Və alə alihi və əshabihi yenabiyil ulum vəl hikmə. Burasını oxuyayım. Çünki bu yenabiyil ulum vəl hikmə mühümdür. Dəxi tənri təalanın sələvati Muhammed sallallahu teala aleyhi və səlləmin al və əshabı üzərinə olsun. Ancilin alu əshab ki, Ancilin burada bağışlayan olmayacaqdır. Dedik ki, bağışlamaq amma o deyil. Çünki burada deyir ki, yəni uca anlamına gəlir. Ancilin alu əshab ki, elə bir alu əshab ki, elm-i hikmət və karləridir, bikarləridir. Və bəd bundan sonra, yəni Allah və bəd, bunu çox tozih vermədi. Yəni mən istədim ki, elm-i hikmətin binaləridir. Aha, bina, bir x oxunmayacaq, bina oxunacaqdır. Binaləridir. Buradan bəsdir, gedək kitabın 20-ci səhifəsinə, yəni 90-cı səhifəyə baş vuraq. Buradan biraz oxuyaq. Ərəbcədən başlayaq yenə, ya gedək arxadan başlasaq. Buradan başlayaq. Deyir ki, və qalə rəhmətullah və qalə rəhməhullah səmi'tu həkimən min hükəmai Səmərqənd qalə İnnə vahidən min tələbətil ilmi şavərə mə'i fi tələbil ilmi və qəd kanə əzəmə aləz-zəhabi ilə Buxara li tələbil ilm. Və dəxi İmam Əbu Hənifə rəhmətullah dedi ki, hükəma-i Səmərqəndidən bir həkimi eşitdim, yəni kəlamini eşitdim. Dedi ki, elmi taliblərindən birisi bənim ilə müşavirə elədi, elmi tələbi xüsusunda. Halbuki Buxaraya getməyi əzm qəsd eyləmiş idi elmi tələbi üçün. Və hakəza yənbəği ən yəşavərə fi kulli əmrin və müsənnif rəhmətullah, müsənnif yəni bu cümləni yazan özündən deyir, yəni bu kitabı yazan. Müsənnif rəhmətullah, rəhməhullah deyir ki, indi layiq olan hər əmrdə müşavirə etməkdir. Fə innəllâhe teâlâ əmərə Rasulallah sallallahu teâlâ aleyhi və səlləm bil müşavirəti fil umuri və ləkum və ləm yekun əhədən fətənə minhu. Zira ki təhqiqən Tənri Teala Resulünə sallallahu teâlâ aleyhi və səlləm əmr elədi umurdə müşavirə etməyi səhabi ilə. Halbuki ol Həzrət Resulullah Teala aleyhi və səlləmdən aqil rək və zəkirək ahadidən bir əhəd yox idi. Və məəzalikə əmərə bil müşavirəti fəkânə yüşaviru əshabəhu fi cəmiyel umuri hətta həvaicəl beyt. Və bu mərtəbəyə cəlilə ilə məmur oldu əshabi eylə müşavirəyə. Pəs indi adət-i kərimələri əshabi ilə cəmi umuri dünyəviyyədə müşavirə edərdi. Həvaic beytidə dəxi. Hətta evdə alver eləsin deyir, bunu müşavirə edərdi. Əsirgəci, qorucu, bəli. Yox, bu o şeydə, o söz nə idi adı? Əncilin. O söz cəlibdir. Qalə Əliyyun kərramallah vəçəhu və rəziyallahu ənhu ma hələkə əmrun və ən məşvərətin. Həzrət Əli rəziyallahu ənhu buyururdular, bir kimsənə həlak olmadı məşvərətdən, yəni məşvərət ilə həlak olmaz yəni. Burada da bu səhifə qutardı, gedək 110-cu səhifədən. Və qəd qilə əl-kəsəlu min qilləti təəmmüli fi mənaqbil ilmi və fəzaili. Və dəxi denildi ki, kəsil ilmin fəvaid və fəzailini qillət təəmmül və təfəkkürdən naşidir. Kəsil, kəsalət sözü da, yəni kəsillik. Kəsilmaqdan gəlir əslində. O kəsil bəlkə də ərəbcə, türkçədən gedib ərəbcəyə. Amma kəsalət, yəni o şey ki, insanda bir eşq və əlaqə ola bir iş görə, qalxa işçiyə, onu kəsir, sındırır, oturur.
Və dəxi denildi ki, kəsil elmün fəvaid və fəzailini qillət təəmmül və təfəkkürdən naşidir. Qillət təəmmül və təfəkkür. Az fikir eləməkdən adama kəsalət gəlir. فَيَنْبَغِي لِلْمُتَعَلِّمِ إِذْ يَنْبَعَثَ نَفْسَهُ عَلَى التَّحْصِيلِ بِالْجِدِّ وَالْمُوَاظِبَةِ بِالتَّأَمُّلِ فِي فَضَائِلِ الْعِلْم. Pəs, indi mütəəllimə, danışçuya, öğrenciyə, mütəəllimə layiq və səzavardır ki, nəfsini qəndirə, təhsil-i elm qandırmaq. Qəndirə, qandıra. Pəs, indi mütəəllimə layiq və səzavardır ki, nəfsini qəndirə, təhsil-i elmə çalışmaq ilə və müdavimət ilə elmin fəzilətlərini təəmmül eyləsə. Yəni, nüsxədə yazıb ən yütəbə vaqi'dir. Yəni, nəfsini it'ab, yəni elm təhsili üçün cidd və müvazibət eyliyə, zəhmət və məşəqqətə ilqa eyliyə deməkdir. Yəni, gərək zəhmət çəkə, məşəqqət çəkə. Mən məsələn bunu ciddən deyirəm. Əvvəldə bu kitabları başlayanda, oxuyanda zəbt eləmişəm. Bunların hamısı qalır canlı yayında və YouTube'da. Yəni, həm Instagram'da qalır, həm də YouTube'a qoymuşam. Vaqən bu türkcəni oxumaq mənə bir dağ kimi yük idi gəlir üstümə. Tərcirdim, yorulurdum, başım ağrırdı, oxuya bilmirdim, hıqqınırdım, zıqqınırdım, ora bax, bura bax, nədir, nə deyil. Amma indi Allaha şükür, yəni biraz yola gəlmişəm. Hər şey müdavimət üçün, zəhmət çəkmək üçün. فَاِنَّ الْعِلْمَ يَبْقَى وَالْمَالَ يَنْفَى. Bunu da bir hədisidir. Zira ki, təhqiqən elm baqi gəlir. Yəni, səmərat və fəvaidi baqi gəlir deməkdir. Və təhqiqən mal fani olur sahibinin həyatında və ya məmati ilə. Vəl-ilmu nafi'un yuhsəlu bihi hüsnə zikri və yəbqa zalikə bə'də vəfatihi fəinnəhu həyatun əbədiyyətun. Elm nafi' səbəbi ilə zikr cəmil hasil olub və ol zikr cəmil və sənay cəzil vəfatindən sonraki səhaif ruzgara baqi qalır. Mucib həyat əbədiyyə idi ki, bir reybidir. Tamam. Çox elmə təşviq eləmək üçün bir kitabdır. Əslində mən bunun adını desəydim, maad yerinə qoyardım ki, təşviq bil elm. Kitabın adı çox gözəldir. Yəni hədislərdən toplayıbdır. Gedək 140-cı səhifəyə. Cədə deyir ki, hədis üstədir. İnnəmə yənşəu zalikə min xeysun nəsiyyəti ehtimalən və su-i sərirə. Bu su-i zənni peyda və zahir olmaz illa ki, yaramaz niyyətdən və dərunun kəmlicindən. Kəma qalə Əbu Təyyib İza sa'a fi'lul mər'i sa'ət zünunəhu və sədəqə ma yu'taduhu min təvahhumin. Nitəkim şeirdan Əbu Təyyib, şeirdan calidir, dan sözün burada işlədir. Şeirdan Əbu Təyyib mütənəbbi adıdır bu adam. Əbu Təyyib mütənəbbi demiş, geçən ki, necə ki, bir kişinin işləri yaramaz olsa, geçən ki, necə ki, geçən ki, bir kişinin işləri yaramaz olsa, zənuni yaramaz olur, zənniləri də yaramaz olur. Və dəxi xatirinə gəlan təvəhhüm və vəsvəsəyi təsdiq edər. Kəlan yazıbdır, gəlan olacaqdır, gələn, yəni gəlan, kəlan. Xatirinə kəlan təvəhhüm və vəsvəsəyi təsdiq edər və ada muhibbeyhi bi qoli
udvanihi ya udvatihi və əsbəhə fi şəkkin minəl-leyli muzlim. Və dəxi belə olan kişi düşmənləri qulu ilə dostlarına ədavət edər və dəxi hər xüsusidə şək içində olur. Ancilin şəkki, ancilin anturan kimi gəlir mənə burada. Yəni burada necə görürəm? Anturan kimi, ancilin anturan kimi gəlir. İnsinin məsələn. Belə gəlir mənə. Yəni yavaş-yavaş bu ancilin, incilin mənə belə gəldi ki, bu şey yazmışdım burada. Nə idi? Ancilin bağışlamaq. Yox, o deyil. Ancilin dedi ki, nə idi? Ancilin təmri dedi ki, ehtiram və iadət anlamındadır. Amma burada o anlamda gəlmir. Yəni mən yavaş-yavaş bunun mənasını çıxartmıram. Ancilin, insinin anlamına gəlir. Ancilin. Olur ancilin şəkki zülmət leylidən dəxi əzləm və əşəddüdür. Və ənşəddət li bə'zuhum dəxi. Mən inşad olundum. Bəzi füzəla üçün tənəhhə ənil qəbihi və la təzədəhu və min əvvəliyyəti hüsnən fəzədəhu. Yaramaz şeydən bəid ol və yaramazı kəndünə zad, yəni tuşə və əzəq əhman rizq ruzi və azıq olacaq və azıq eyləmə, yəni kəndünə qərib edəsən onun haqqında ehsan ki ziyadə eyliyə. Tamam, buradan səfəni keçək, şidaq 160-a. Kitabın sonudur əslində. Bu sondakı iki səfənin birini oxuyaq, yəni bu son səfəni oxuyaq. Vəl Qur'anı beynəl həcci vəl ümrə və dəxi həcci ilə ümrə beyni cəm eyləməkdir. Burada Qur'an əlbəttə vəl qirani beynəl həcci, qiran yaxınlaşmaq, qərni sözü də bəlkə ondan gəlir. Cəm eyləməkdir. Keyfiyyəti Qur'an-ı kitab-ı fikiyyədə, kitab-ı həcdə məzkurdur. Və hifz-ü sihhə və dəxi sihhəti bədəni hifz eyləməkdir. Yəni hər kişi kəndi təbiətini əla bilir. Soğuqda və istidə və dəxi kəndiyə müzirr olan məkulat və məşrubat və qeyridən ehtiraz və istinab eyləməkdir. Zira ki, sihhət-i bədən olmadıqca səfai xatiri ilə ibadət və taət olunməz və labuddə min ən yetəəlləmə şeyən min ilmi tibbi və talib ilmə lazımdır ilmi tibdən dəxi bir miqdar öyrənmək və yetəbərrəkə bil asaril varidəti fihi və dəxi ilmi tibdə varidə olan asarı öyrənmək və bilmək ilə təbərrük və təyəmmün qəsdi ilə əlləzi cəm'əhu şeyxul imam Əbul Əbbas el-Müstəğfiriyyu fi kitabil müsəmma bi tibbin nəbi sallallahu ta'ala aleyhi və səlləm. Buradan bu üzəsini oxumuşduq, amma gəlin də oxuyayım. Ancilin asar, bu ancilin məncələ ansinin, insinin mənasına gəlir. Ancilin asar ki, Əbul Əbbas Müstəğfiri rəhməhullah aleyhi ani cəm eylədi tibbi nəbəvi ismi ilə tüsəmma təsmiyə etdici kitabında. Yəcdəhu mən yətlibəhu, ol kitabı istəyən bulur. Əgərçi bu kitabı görmədik. Bu yəni bu adam deyir ki, yazar, tərcümə eləyən. Deyir ki, əgərçi bu kitabı görmədik, yəni ələ gətirənmədi. Amma bundan sonra fuhuli uləma və cəm'i və təsnifi eylədikləri və bu ismi ilə təsmiyə etdikləri müfid və rə'na kitabları Suyutinin və Kemal Paşazadənin şərəf-i mütaliələri ilə müşərrəf olduq. Elhamdülillah, ələ itmami və müsəlliyən ələ nəbihi və alihil kiram təmmət və unillahil məlikil mütəal. Burada utardı. Üçüncü kitaba getirik. Buradan da iki səfə əvvəli oxuyuram sürətlə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Bu kitab çox mühümdür. Niyə əvvəlindən iki səfəni oxuram? Çünki çox mühümdür. Çünki hər kəlmənin, hərflərinin üstünə onun səsini qoyubdur.
بسم الله الرحمن الرحیم الحمد لله رب العالمین و العافیة للمتقین و الصلاة و السلام علی رسوله محمد و آله و صحبه اجمعین و بعد. مخفی olmaya ki bu risaleyi Şeyh Necmüddin Ömer En-Nesefi rahmetullah aleyhi hazretleri mezahib beyanında təsnif eylədikləri risaleden tərcümə olunmuştur. Buyurmuşlardır ki, təsəvvüf kişi göglünü Hakkı Teala'nın məhəbbətinə rəbt edib qeyrün məhəbbətindən qət eyləməkdir və dəxi Resulullah sallallahu teala aleyhi və səlləm sünnəti ilə amil olmaqdır. Fi zamanına sufilik nami ilə məşhur olan taife 12 firqə olmuşdur. 11 firqəsi zəlalət və bidət təriqinə salik olub. Bir firqəsi Resulullah'ın sallallahu teala aleyhi və səlləm şər-i şərifinə itba eyləmişlərdir. Amma zikr olunan 11 firqə ki zəlalət və bid'ətdə vaqe olmuşlardır, namləri bunlardır ki zikr olunur. Kimlərdir? Adların sayırındır. Hübbiyyə, Evliyaiyə, Şəmrahiyyə, Əbahiyyə, Haliyyə. 6 oldu. 5 oldu. 6. Haliyyə yox, Haliyyə 5 idi. O bilmirəm, necə oldu? Hübbiyyə, Evliyaiyə, Şəmrahiyyə, Əbahiyyə, Haliyyə. Hululiyyə, Huriyyə, Vaqifiyyə, Mütecahiliyyə, Mütekâsiliyyə, İlhamiyyə. 11. İndi bilmək gərəkdir ki, hər birinin məzhəbi gəbdəsi ya kəydəsi və dəxi cüruhi nədir? Kəbdəsidir. Kəbdə ehtimalı olacaq. Əlbəttə nöqtəsi 2 dəyənəyə bənzir. İndi bilmək gərəkdir ki, hər birinin məzhəbi kəbdəsi və dəxi cüruhi Həsən ilə yazıbdır. Və cüruhi nədir? Və hər birinin etiqadinin üzərinə dur be inayetullah Teala təqrir olunur ki, ta haqq batildən cüda olə. Amma məzhəbi hübbiyyə oldur ki, çün bəndə Allahu Teala məhəbbəti dərəcəsinə vasil olub qeyrün meylindən münqəti olə təkalifdən külliya bəri olub sovm salat və sair əvamir və nəvahi məzbur haqqında saqit olub cəmi mühərrəmat şəxsi məzkur nisbət halal olmasın zəm edərlər və əksər halidə setri vacib olan övrətlərini setr etməyib elani mənahi eyləmədən xali dəcillərdir. Zikr olunan taifə təfhimiyyə və zamə qail olmayıb. Təfhimə, zikr olunan taifə təfhimə və ilzamə qail olmayıb. Həman müminə və müminata layiq olan anlərdən pərhiz və istinab eyləməkdir. Tamam, buradan oxuduq, gedək. Gözəl yazıbdır, insafən. Kitabın sonundan da biraz oxuyaq. Çünki bu kitab qıssadır. Deyir ki, ziyadə, gedək buradan oxuyaq. Yəni, şul kimsələrin ki, Allah Teala qəlblərini səlah və təqva əhli üçün, əhli Həsən heynəndir, əhli üçün sinəmiş
sınamaq. Və təqva əhli bu Həsən Eyni yazında şirin mənasındadır. Amma burada təqva əhli deyəndə elə bir şey əhli, yəni adamları. Və təqva əhli üçün sinəmiş ola, sınamış imtihan, sinəmiş ola, yəni əvamirə imtisal və nəvahidən itnab etmiş olələr onların üçün Allah-u Teala'dan ziyadə məğfirətlər və əzim əcrlər vardır. Bu taifə sahibi kəramətullahi Teala'nın iş bu ayət-i kəriməsilə amil olub subili mütəfərriqəyə suluk eyləməzlər. Qalallahu Teala inne haza sirati müstəqimen fəttəbi'uhu və la təttəbi'us subulə fətəfərrəqə bikum ən səbilihi zalikum vəssəkum bihi ləəlləkum təttəqun. Və qalallahu Teala fəstəqim kəma umirt və mən tabə ma'əkə فلا تغوا إنه بما تعملون بصير ولا تركنوا إلى الذين ظلموا فتمسكم النار وما لكم من دون الله من ولی و نصیر. Çünki ashabi təsəvvüfün hali məlum oldu. Layiqdir ki, bu əhli sünnət və cəmaət firqəsinə mütabəət edib və bunlar ilə müsahibət edəsin və zikr olan 11 firqədən ictinab edib ihanət etməyə səy bəliğ edəsin. Hətta deyir onlar ihanət edin. Mən bunu qəbul etmirəm. Ta sahibi şəriətün sallallahu teala aleyhi və səlləm və ədi kərimələrinə mülaqat müyəssir ola. Zira Resulullah sallallahu teala aleyhi və səlləm buyurmuşlardır ki, mən əhane sahibə bid'ətin amenallahu teala yevmel qiyaməti min fəzəil əkbəri. Yəni bir kimsə əhli bid'ətə və əhli zəlalətə ihanət eyləsə, ihyai şər'i şərif üçün Allah Teala o kimsəyi qiyamət günündə fəzəi əkbərdən əmin eyləyə. Və sallallahu ala seyyidina Muhammedin və alihi və sahibi əcməin və elhamdülillahi rabbil aləmin təmmə və kulli bəunillah Teala. Bu kitab qutardı. O birisi kitabdan da biraz oxuyaq. O da yenə gözəl yazılıbdır. Yenə də İrab qoyulubdur. Haza vəsiyyətül İmamül Əzəm rəhmətullah Teala. Rəhməhullah Teala. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidil mursalin Muhammedin və alihi və sahabihi ecmaîn. Dedik ki, bu kitab hududən 1300 neçə il bundan qabaq yazılıbdır. Amma bu nüsxə ki biz oxuyuruq, o deyil. Yəni bu nüsxədir yazılıbdır. Röviyyə ən Əbi Hənifə rəhməhullah ənəhu ləmmə mərizəl mouti ictəmə indəhu əshabihi və istəvsəu minhu vəsiyyətən alə təriq əhl-i sünnəti vəl-cəmaəti فأمر خادمه حتى أجلسه وجلس خلف ظهره وأسنده إليه ثم قال اعلموا. Bilin. Bu adam, indi bir nəfər də adam dedi, Əbu Hənifə. Deyir ki, bu ölənə yaxın, yanına yaxçılar, dedi də bizə vəsiyyət elə. O da o yanında işləyən adam var idi, onun bərdə deyək, nə deyək. Deyir ki, burada nə dedi? Adına cəlib bir şey dedi. Xadiməhu, xidmətkarına, həman nökərinə. Xadiminə dedi ki, gəl otur mənim yanımda, gəldi oturdu arxasında və dedi, mən dediklərimi yaz. Əsnədəhu, sənətlərində, e'ləmu, əshabi və ixvani. Bu ərəbcədir, amma nədən isə ərəbcədir? Bəli, dedik ki, bu ərəbcədir. Əshabi və ixvani və nəfəqəkumullah Teala
Vəffəqəkumullahu Teala inne məzhəbə əhli sünnəti vəl cemaati isna əşərə nəvən min fəmən şəə minkum ən yəstəqimə ələ hazəl xisali lə yəkun mubtədiən və la sahibəl həvai fəələykum əshabi və ixvani ələ hazihil xisali həttə təkunu fi şəfaətin nəbiyyina sallallahu teala aleyhi və səlləm. Tamam, bu Ərəbcədən çıxaq eşiyə tamamen Ərəbcədir. Bir ayrı kitab burada vardı. Görək ki, bu nədir? Bu da Ərəbcə olması yaxşı. Bismillahirrahmanirrahim. Hazihi vəsiyyətül imam Əbi Hənifə. O da Əbu Hənifə idi. Ərəbcəsi idi elə bir. Bəli. Bu Ərəbcəsidir. İndi türkcəsinə gəldik. Tamam. Bismillahirrahmanirrahim. Hazihi vəsiyyətül imam Əbi Hənifə rəhməhullah li telmizihi Yusuf. Yusuf ibn Xalid Əs-Səmiyyə el-Bəsri vəsa biha heynə ustazənə el-xuruci ilə vətənihi el-Bəsrə fəqalə la həttə ətəqəddəmə iləykə bil-vəsiyyəti fīmə təhtacu iləyhi fī müaşirətin nasi və məratib əhlil ilmi və təədibi nəfsi. Bu da Ərəbcədir. Tamam, bu da Ərəbcədir. Tamamen Ərəbcədir. Təlamizil imam, yenə də bu da Ərəbcədir. Bu da Ərəbcədir. Yenə bismillah, bir ayrı təlamiz nədir? Ərəbcədir. Ərəbcədir. Kitab qutardayım. Ərəbcədir qutardı. Tamam, biz bildik ki, bu kitabın bir bölümü İmam Əbu Hənifənin fərmayişləri 1350 il bundan öncə yazılıbdır. Çünki 1150-də Allahın rəhmətinə gedibdir. 1447 yox, bundan 1150 çıxsaq, 150 çıxsaq, 1297 il bundan qabaq, yəni 1300 il bundan qabaq bu adam Allahın rəhmətinə gedibdir. Bundan da çox öncə bu vəsiyyətləri yazdırıbdır ya da yazıbdır. Bu da indi nüsxə gəlibdir. Bəs bu birinci kitab. Beləsi. Ondan sonra bildik ki, bu kitabı yazan kimdir? Tərcümə eləyən. O əvvəlki kitabları tərcümə eləyən. Bunu tərcümə eləyənin adı Şeyx Məhəmməd ibn Qutbuddin Əznicidir ki, buna biz Qazizadə dedik. Qazizadə adı ilə bunun kitabları məşhurdur. Bu da 858-də Allahın rəhmətinə gedibdir. Yəni 562 il bundan qabaq Allahın rəhmətinə gedibdir. Pəs bu kitabı ən azından 570 il bundan qabaq deyək tərcümə edibdir. Bu günləri bu kitabı oxuduq. Məncə çox cəlib bir kitabdır. Elm haqqına təhrisul insani bil elm. Müsəlmanı deyək, təhsirül müslimi bil elm. Əbu Hənifə İmam Sadiqin şeyi deyil, bəlkə bir zamanda doğulublar ya da 5-6 il Cəfəri Sadiq Həzrətləri ondan qabaq doğulubdur, amma eyni zamandadılar. Mən bunu soruşum ki, Əbu Hənifə ilə İmam Cəfəri Sadiqin həyatları haqda qısa bilgilər ver. Tamam, düzəltdik qələtlərin. Əbu Hənifə İmam Cəfəri Sadiq İslam tarixinin iki böyük elmi sütunu sayılırlar. Maraqlı budur ki, bu iki böyük şəxsiyyət eyni dövrdə yaşayıblar və aralarında dərin bir hörmət və elmi bağlantı var idi. Bunların həyatı haqqında qısa məlumat. İmam Cəfəri Sadiq kimlik?
Həzrəti Məhəmməd sallallahu nəvəsi İmam Məhəmməd Baqirin oğlu və Şiə məzhəbinin 6-cı imamıdır. Elmi məqamı, o Sadiq Ali Məhəmməd ləqəbi ilə tanınır. O dövrün ən böyük bilim mərkəzi olan Mədinə mədrəsəsini qurdu. Deyilənlərə görə 4000-dən çox şagirdi var idi. Məncə doğru əslə ola bilməz. Çünki 4000 adama siz fikrin ki, bir dənə salona 4000 adam yığırsınız, siz orada dərs deyəsiniz. 4000 adamlıq bir futbol meydanı fərz eləyin. Yəni, ora səs yetişməz. Və o iki hafta məscid o zaman tikilib ya yox, o da bir məsələdir. Və bir şəhərdə 4000 dənə şagird olsa, o şəhərdə ən azından girək bir 40 min dənə adam ola ki, bu şagirdlərin yemağın, içmağın filanların hazırlayırlar. Yəni, xədəmat verələr. Sahələrə təkcə fiqh və təfsir deyil, hətta tibb, şimi, Cabir ibn Həyyan kimi şagirdi var idi. Bunlardan işte Əbu Hənifə. Kimlik adı Nü'man ibn Sabitdir və əhl-i sünnətin ən böyük fiqhi məzhəbi olan Hənəfi məzhəbinin qurucusudur. Ləqəbi ona İmam-ı Əzəm böyük imam deyirlər. Əslən türk soyundan olduğu çoxlu qaynaqlarda qeyd olunubdur. Elmi metodi, rəy və qiyas məktəbinin başçısı idi. Doğum və ölüm tarixlərin hicri olaraq yaz. Ki, istəyirəm fəqət müqayisə eləyək, görək ki, bax, deyir ki, bu iki şəxsiyyətin doğum və vəfat tarixləri hicri qəməri təqvimi ilə belədir. Şəxsiyyət, doğum tarixi, vəfat tarixi, ömrü. İmam Cəfəri Sadıq 83-i hicridə doğulubdur, o 50-də doğulubdur. O da 80-da doğulubdur. 3 il fərqlər var. İmam Cəfəri Sadıq 83 hicridə doğulubdur. İmam Əbu Hənifə 80 hicridə doğulubdur. 80-də, 83, 80. Yəni 3 il fərqlər var. İmam Cəfəri Sadıq 148-də ölübdür, 2 il tez ölübdür. O birisi 150-də ölübdür. İmam Hənəfi 150-də ölübdür. Həzrəti İmam Cəfəri Sadıq 65 yaşında fot eləyibdir. 65 ildən sonra fot eləyibdir. İmam Əbu Hənifə Həzrətləri 70 ildən sonra fot eləyibdir. Yəni, diqqət buyursaz, şagirdi ola bilməz. 3 il fərq ilə yekəliblər. Hətta bu bir işdə görə bilirik, harada doğulublar, doğulma yerlərin. İndi nəzərimə gəlir ki, fərqləri, şəhərlərinin də fərqi var. Doğum yerlərin yazar mısın? Doğum yerlərinə də bir baxaq. Cəfər-i Sadiq Mədinə-i Münəvvərədə İslamın özəgi və Peyğəmbər şəhri. İmam Əbu Hənifə Küfədə, o dövrün elmi və hüquqi mərkəzi indiki Əraqda. Aralarında nə qədər fasilə var? Bu iki İslam mərkəzinin arasında olan fasilə neçə kilometr imiş və bir adam piyadə ya da kərvanla getsə imiş neçə günə gedərmiş. Tamam, bu da bir sual. Görək ki, çıxada bilir. Calib bəhs oldu. Mədinə-i Münəvvərə və Küfə şəhri arasındakı fasilə və bu yolun piyadə ya karvanla neçə günə gedilməsi haqqında maraqlı məlumatlar bunlardır. Fasilə, bu iki müqəddəs şəhər arasındakı quruluq yolunun fasiləsi təxminən 1475 kilometridir. Qədim dövrlərdəki karvan yollarını Dərb Zübeydə kimi məşhurları nəzərə alsaq, bu məsafə coğrafi şəraitdən asılı olaraq bir az değişə bilərdi. Piyadə və karvanla getmə müddəti.
Qədim zamanlarda bir adamın piyada və ya karvanla, dəvələrlə bu yolu getməsi belə hesablanırdı. Nə cür hesablanırdı? Piyada getsəm, əgər bir adam gündə ortalama 30-40 kilometr yol getsə, bu məsafəni təxminən 40 gündən 50 günə qədər müddətdə başa vura bilir. Karvanla, dəvələrlə, karvanlar məmulən bir az daha sürətli və davamlı hərəkət edirdilər. Bir karvan gündə təxminən 40 kilometr yol qət etsə, Mədinədən Küfəyə çatmaq təxminən 35 gündən 40 gün qədər çəkərdi. Müasir miqyasda maraqlıdır ki, bu gün bir nəfər heç dayanmadan və yatmadan piyada nəxşəsini də çəkibdi. Piyada yerisə, Gügül xəritələrinin hesablamasına görə bu yol təxminən 14 gün çəkir. Amma qədim dövrlərin çöl şəraitinə dincəlmək və ixtilarını, vaxtlarını, karvanların sürətini nəzərə alsaq, birə bir aylıq yer yolçuluq edir. Nəxşəsini də çəkibdir. Mədinə hara, Məkkə hara, görə hardadır? Bura Mədinə-i Münəvvərə, Əraq hardadır? Bura Mədinə-i Münəvvərədir. Əraq da buradadır. Yəni Küfə də bu arada bir yerdədir. Buradan bura bir böyük yoldur. Yəni tamam. Bugünkü kitabımız bu haqda görər bizi. Fikrim 3 saat oldu ki, bu kitabla şey oluruq. 2 saat 51 dəqiqə, bəli, 3 saat təqribən. Bu kitabla bu günləri çox çalışdıq. Mənə çox yapışdı. Taza şeylər öyrəndim. Həm söz olaraq taza şey öyrəndim. O zaman huzuri, qeyri-huzuri yox idi. Yəni bunlar taza sözlərdir. Yox, belə bir şeylər, bunlar nağıldılar. Bunların çoxu ki, bu ki İmam Sadiqin çoxlu yerdən gəlsinlər filan. Bəhman, bu şişirtmələr olubdu. 4000 şagirdi var idi filan. 4000 şagirdin yemağını kim verirdi? O şəhərin harasından bu yemağı gətirirdilər. Yəni imkansızdır. Mədinədə zətdə belə bir şey imkansızdır. 4000 nəfərin gündə hərəsi 1 kilo yemək yesə, 4 ton gərək qəza verilə bunlara. Bu 4 tonu bişirmək üçün görün nə böyük bir... Yəni Təbriz danışgahından çox adamı bunun gərək olar. O yekəlikdə bir mühit istir. İmkansızdır. İmkansızdır. Ağla batmayan bir şeydir. Özəlliklə dedim, məsələn, ola bilərdi yaxşı, məsələn, kilasların hər kilasda 200 nəfər, 500 nəfər, yəni 4000 nəfər istəyə bir həftədə dəstəyə, hərəsinə bir cələsə dəstəyə, bölsəz 40 dana gərək cələsədə oturur, hərəsinə gərək 100 dana istəyək şagird qoyaq, 40 cələsədə gərək oturaq, 40 cələsə üst-üstə yəni adam dağlar gedər, imkansızdır, imkansızdır. Hər halda və o zaman sistem bu sistem deyil, yəni biz fikirləşirik, o zaman belə bir sistem vardı, uşaqlar gəlsinlər, hər yerdən otursunlar. Yox, belə bir sistem yox idi. Bu sistem sonraların sistemidir. O zamanın sistemi deyil. Sonralar yavaş tikilir, mədrəsə zat tikilir, dövlət xərcini verir, dövlətlər girirlər ortaya. Orada hangi dövlət gətirirdi, 4000 nəfərin xərcini versin ki, adamlar otursunlar, dərs oxusunlar. Əslə o beyinə girmir. Allaha min mərtəbə şükür ki, bu günlər bizə ömür verdi və bu gözəllikdə bir kitabla tanış olduq. Bəzilərinin xoşuna gələr, bəzilərinin xoşuna gəlməz. Mühüm deyil, türk dilində yazıldığı üçün və bəzi lüğətləri işlətdiyi üçün və bizi tariximizlə, dilimizlə, düşüncəmizlə tanış elədiyi üçün Allah bunlara rəhmət eləsin, bunları yazanlara, tərcümə edənlərə rəhmət eləsin və Allah bizə də rəhmət eləsin ki, bunu oxuduq. Onlar heç qulaq asırlar, onlara da rəhmət eləsin. İnşallah onlar üçün edib oxuyalar daha çox rəhmət eləsin. Sağ olun, var olun, əziz dostlar. Təşəkkür edirəm ki, bu günləri oldunuz və bəhsdə də şirkət elədiniz. Mənə də köməkliğiniz keçdi. Var olun, sağ olun. Ömür olursa